Salam, iş həyatında uğurlu olmaq, bilirsiniz, bir növ usta olmağa bənzəyir. Ən yaxşı usta isə hər iş üçün doğru alət olan ustadır. Amma biz burada çəkicdən, vintaçandan danışmırıq. Bizim alətlərimiz ünsiyyət bacarıqlarımızdır. Elə bugün biz sizinlə birlikdə peşəkar ünsiyyət alət dəstini açacağıq və görəcəyik ki, hər bir alət nəyə yarayır və onu nə zaman istifadə etmək lazımdır. Gəlin bir anlıq fikirləşək. Sizin ünsiyyət bacarıqlarınız bir alət qutusundakı fərqli alətlər kimidir. Bəs siz hər vəziyyət üçün doğru aləti seçə bilirsinizmi? Yaxşı, gəlin onda bu alət dəstinin içinə birlikdə nəzər salaq və hər bir alətin nə işə yaradığını dərindən öyrənək. Deməli, planımız belədir. Alət dəstimizi addım-addım yığacağıq. Əvvəlcə təməldən, yəni hər gün istifadə etdiyimiz işgüzar söhbətlərdən başlayacağıq. Sonra biraz daha mürəkkəb alətlərə keçəcəyik, yüksək riskli danışıqları necə idarə etməli, bütün komandanı bir araya gətirən effektiv iclasları necə qurmalı və nəhayət, ən geniş kütləyə səsimizi çatdırmaq üçün mətbuatla necə danışmalı. Və ilk bölməmiz işgüzar söhbət. Bu, bizim alət dəstimizdəki bəlkə də ən çox işlətdiyimiz alətdir. Gündəlik fəaliyyətimizin demək olar ki, təməl daşıdır. Gəlin görək, bu təməl aləti necə daha da güclü, daha da təsirli edə bilərik. Bilirsiniz, işgüzar söhbət elə-belə boşuna danışmaq deyil. Bu, konkret məqsədi olan bir fəaliyyətdir. Məqsəd nə ola bilər? Ya məlumat mübadiləsi aparmaq, ya hansısa bir vəziyyətə təsir göstərmək, ya da sadəcə peşəkar əlaqələri möhkəmləndirmək. Və unutmayın, bu danışıq deyil. Yəni, hər söhbətin sonunda rəsmi bir müqavilə imzalamaq məcburiyyəti yoxdur. Bəzən əsas məqsəd sadəcə bir-birini anlamaqdır. Baxın, uğurlu bir işgüzar söhbət heç də təsadüfən baş vermir. Onun çox aydın bir strukturu, bir növ yol xəritəsi var. Bu proses gördüyünüz kimi 10 mərhələdən ibarətdir. Hər şey hazırlıqla başlayır. Yəni, nə istədiyinizi və ora necə çatacağınızı planlayırsınız. Sonra başlanğıcda qarşı tərəflə səmimi əlaqə qurub problemi ortaya qoyursunuz. Müzakirənin ürəyi isə əlbəttə əsaslandırma və arqumentlərin təksibidir. Burada öz mövqeyinizi güclü şəkildə müdafiə edirsiniz. Sonda isə qərar və yekunlaşdırma ilə razılığa gəlirsiniz. Amma ən vaciblərindən biri, bəlkə də ən sonuncu mərhələdir, söhbətdən sonraki təhlil. Bu, gələcək söhbətlər üçün nəticə çıxarmağa kömək edir. Bu struktur söhbəti başdan ayağa idarə etməyiniz üçün sizə inanılmaz bir güc verir. Yaxşı, bəs hansı aləti nə zaman istifadə etməliyik? Baxın, üz-üzə görüşlər daha mürəkkəb, daha həssas məsələlər üçün idealdır. Çünki burada təkcə sözlər yox, bədən dili, jestlər, göz təması da rol oynayır. Telefon danışıqları isə sürət və səmərəlilik lazım olanda əvəzsizdir. Qısa, konkret məsələləri həll etmək üçün mükəmməldir. Unutmayın, uğurun açarı doğru vəziyyətdə doğru aləti seçməkdir. Telefon danışığında səmərəliliyin nə demək olduğunu anlamaq üçün bundan təsirli bir misal ola bilməz. Təsəvvür edirsiniz? 3 dəqiqə. Bu, bizə müasir iş dünyasında vaxtın nə qədər qiymətli olduğunu və ünsiyyətin nə qədər dəqiq, nə qədər hədəfə yönəlik olmasının tələb edildiyini göstərir. Yaxşı, bəs o 3 dəqiqəyə nələri sığışdırmaq olar? Bax, bu slayd bunu mükəmməl şəkildə izah edir. Hər saniyənin öz yeri, öz məqsədi var. 25 saniyə tanışlıq. 45 saniyə vəziyyəti bildirmək, 105 saniyə problemin kökünü müzakirə etmək və sonda 25 saniyədə yekunlaşdırmaq. Bu, təsadüfi bir söhbət deyil. Bu, dəqiq planlanmış bir əməliyyatdır. Deməli, strukturlu ünsiyyət, inanılmaz səmərəlilik deməkdir. İndi isə gəlin alət dəstimizdən biraz daha fərqli, daha spesifik bir alət çıxaraq, danışıqlar. Bu, artıq adi bir söhbət deyil. Bu, məqsədin konkret olaraq hüquqi qüvvəsi olan bir müqavilə, bir saziş olduğu yüksək riskli bir prosesdir. Deməli, bu ikisi arasındakı əsas fərqi nədir? Çox sadə. İşgüzar söhbətlərdə əsas məqsəd məlumat mübadiləsi aparmaq və ya münasibət qurmaqdır. Danışıqlarda isə yeganə məqsəd tərəflərin öhdəliklərini təsdiq edən bir sənədin, yəni müqavilənin imzalanmasıdır. Söhbətdə fərdlər danışır, danışıqlarda isə artıq şirkətlərin, təşkilatların rəsmi nümayəndələri iştirak edir. Növbəti alətimiz isə iclaslardır. İclaslar bir qrupu bir araya gətirmək, məlumatı hamı ilə eyni anda paylaşmaq və ən əsası birgə qərarlar qəbul etmək üçün əvəzsiz bir alətdir. Amma gəlin etiraf edək, yəqin hamımız pis idarə olunan, məqsədsiz bir iclasda olmuşuq və bunun nə qədər böyük bir vaxt etkisi olduğunu bilirik.
Bir iclası effektiv etməyin ilk və ən vacib addımı onun məqsədini dəqiq bilməkdir. Biz nə üçün toplaşmışıq? Sadəcə bir-birimizə məlumat vermək üçün, yoxsa konkret bir qərar qəbul etməliyik? Bəlkə də məqsədimiz tamamilə yeni, kreativ ideyalar tapmaqdır. Məqsədi dəqiq müəyyən etmək, inanın, hər şeyi dəyişir. Bu gördüyünüz siyahı əslində uğurlu bir iclasın reseptidir. Yaxşı hazırlanmış bir gündəlik hər kəsin iclasa hazır gəlməsini təmin edir, müzakirələrin mövzudan kənara çıxmasının qarşısını alır və ən əsası vaxtın səmərəli istifadəsinə zəmanət verir. Növbəti dəfə iclas planlayanda bu siyahını bir yoxlama vərəqi kimi istifadə edə bilərsiniz. Və nəhayət, gəldik çatdıq alət dəstimizdəki ən kütləvi, ən geniş təsir gücünə malik olan alətə, mətbuat konfransı. Bu tək bir mesajı özü də tam nəzarət altında, media vasitəsilə çox geniş bir auditoriyaya çatdırmaq üçün hazırlanmış xüsusi bir üsuldur. Mətbuat konfransları üçün çox sadə, amma bir o qədər də vacib, qızıl bir qayda var. Qısa və məqsədyönlü olun. Mütəxəssislər deyir ki, ideal mətbuat konfransı maksimum 60 dəqiqə çəkməlidir. Bu, həm jurnalistlərin diqqətini yüksək səviyyədə saxlamağa kömək edir, həm də əsas mesajınızın itmədən aydın şəkildə hədəfə çatmasını təmin edir. Mətbuat konfransını idarə etmək əslində böyük bir intizam tələb edir. Bu cədvəl nəzarəti əldə saxlamaq və mesajınızı qorumaq üçün çox aydın, praktik məsləhətlər verir. Əsas qayda nədir? Neytrallığı qorumaq, elan etdiyin mövzudan kənara çıxmamaq və təxribat xarakterli suallarla mübahisəyə girməmək. Beləliklə, peşəkar ünsiyyət alət dəstini birlikdə nəzərdən keçirdik. Gündəlik söhbətlərdən tutmuş, yüksək riskli danışıqlara, effektiv iclaslara və kütləvi ünsiyyətə qədər. İndi isə növbə sizindir. Öz alət dəstinizə bir baxın və özünüzdən soruşun. Karyeranızda növbəti addımı atmaq üçün ilk olaraq hansı alətinizi itləməyə, hansı bacarığınızı gücləndirməyə başlayacaqsınız? Salam! İş dünyasında uğur qazanmaq istəyirsinizsə, bilməlisiniz ki, bunun açarı çox vaxt, nə qədər yaxşı danışdığınızda və bəlkə də daha önəmlisi, nə qədər yaxşı dinlədiyinizdə gizlənir. Gəlin, bugün məhz bu iki təməl bacarığın, yəni işgüzar ünsiyyət mədəniyyətinin dərinliklərinə inək. Gəlin, lap başdan Sokratın bu möhtəşəm fikri ilə başlayaq. Danış, görüm sən kimsən. Bu, sadəcə bir cümlə deyil, əslində bütün effektiv ünsiyyətin təməl daşıdır. Sizin nitkiniz sadəcə sözlər toplusu deyil, o, sizin düşüncələrinizin, peşəkarlığınızın və kimliyinizin bir güzgüsüdür. Amma ünsiyyətdə usta olmaq üçün, gəlin, əvvəlcə onun ən təməl, yəni A-B-C-sini anlayaq, dil və nitq. Bunlar fərqli, amma bir-birinə möhkəm bağlı anlayışlardır. Baxın, ilk olaraq dil nədir ona baxaq. Dil sadəcə danışdığımız sözlər deyil. O, bütöv bir sistemdir. Qrammatikası, qaydaları, söz bazası olan bir sistem. Gəlin bunu, içində hər cür alət olan bir qutu kimi təsəvvür edək. Yaxşı, bəs nitq nədir? Nitq isə məhz o qutunu açıb, içindəki alətləri işə salmaqdır. Yəni, o sistemdən istifadə edərək fikir bildirmək, ünsiyyət qurmaq prosesidir. Və bax, bu ikisi bizi gətirir ən vacib anlayışa, nitq mədəniyyəti. Bu nə deməkdir? Bu sadəcə danışmaq deyil, əksinə o alətlərdən bir usta kimi məqsədyönlü şəkildə istifadə etməkdir. Məhz bu bacarıq sizi rəqabətli iş mühitində digərlərindən fərqləndirir. Deməli, qısaca desək, fərq budur. Dil ümumi sistemdir, qaydalardır. Nitq isə sizin o sistemi necə tətbiq etməyinizdir. Yəni, biri kitabdırsa, o biri o kitabı oxuyub danışmaqdır. Yaxşı, təməlləri anladıq. İndi isə gəlin bu binanın birinci, ən vacib sütununu ucaldaq, uğurlu danışıq sənəti. Peşəkar bir danışıq üçün deməli 5 qızıl qayda var. Bunlar sizin danışığınızı sadəcə söz yığınından çıxarıb, təsirli bir alətə çevirir. Birincisi düzgünlük, yəni səhvsiz danışmaq. İkincisi aydınlıq, elə danışmaq ki, hamı sizi rahatca başa düşsün. Üçüncüsü yığcamlıq, artıq sözlərə, uzunçuluğa yox demək. Dördüncüsü məzmunluluq, emosiyalara yox, faktlara söykənmək. Və nəhayət, aydın diksiya. Bax, bu 5 element sizin peşəkar vizit kartınız kimidir. Və bu məsələnin nə qədər ciddi olduğunu Napoleonun bu sözü çox gözəl göstərir. Yəni, sizin karyera nərdivanında nə qədər yüksələcəyiniz birbaşa danışıq bacarığınızdan asılıdır. Danışmaqdan çox danışdıq.
İndi isə gəlin tərəzinin o biri gözünə baxaq. Çox vaxt unudulan, amma bəlkə də daha vacib olan bir bacarıq dinləmə sənəti. Baxın, 15-ci əsr şairi Cami bu barədə necə də gözəl deyib. Sanki təbiət bizə ən vacib ünsiyyət qaydasını pıçıldayır. 2 dəfə dinlə, 1 dəfə danış. Bu, effektiv ünsiyyətin qızıl nisbətidir. Və burada çox vacib bir məqam var. Eşitməklə dinləmək eyni şey deyil, heç deyil. Eşitmək bu passiv bir şeydir. Səs dalğalarının qulağımıza fiziki olaraq çatmasıdır. Amma dinləmək, bax bu tamamilə başqa məsələdir. Bu, deyilənlərin mənasını anlamaq üçün göstərilən aktiv, şuurlu, zehni bir cəhddir. Yəni, səhv başa düşməyin, həqiqi dinləmək əsl zəhmət tələb edir. Bu, elə bir bacarıqdır ki, ona laqeyd yanaşanda bütün anlaşılmazlıqların, bütün konfliktlərin kökü məhz buradan başlayır. Bu bacarığı daha yaxşı anlamaq üçün gəlin onu 2 yerə bölək. Birincisi passiv dinləmədir. Bu sadəcə qarşınızdakini kəsmədən diqqətlə qulaq asmaqdır. Amma ikincisi var, aktiv dinləmə. Bax bu, əsl ustalıq tələb edir və prosesdə fəal iştirak etmək deməkdir. Aktiv dinlənmə üçün əlinizdə 4 dənə super güclü alət var. Birincisi, aydınlaşdırma. Yəni, nəsə qaranlıq qalanda soruşursunuz, bunu biraz aça bilərsiniz? İkincisi, ifadənin dəyişdirilməsi. Yəni, düz başa düşdümsə, siz demək istəyirsiniz ki. Üçüncüsü, hisslərin əks olunması. Bu, artıq empatiyanın göstəricisidir. Görünür, bu məsələ sizi çox narahat edir. Və nəhayət dördüncüsü, yekunlaşdırma. Söhbətin sonunda bütün əsas məqamları bir araya gətirirsiniz. Bax, bu 4 texnika sizi sadəcə eşidən yox, anlayan birinə çevirir. Beləliklə, danışmaq və dinləmək adlı bu 2 güclü sütunu bir araya gətirdik. İndi gəlin, bu möhtəşəm ünsiyyət binasının tam mənzərəsini yaradaq. Buradan çıxaracağımız ən əsas nəticə budur. Yaxşı dinləmək, ən az yaxşı danışmaq qədər, bəlkə ondan da vacibdir. Həqiqi, səmimi ünsiyyət bu ikisinin mükəmməl tarazlığıdır. Və bugünkü izahımızı bir sualla yekunlaşdırmaq istəyirəm. Bir anlıq dayanıb düşünün. Öz iş həyatınızda, gündəlik ünsiyyətinizdə siz daha çox hansını edirsiniz? Danışırsınız, yoxsa dinləyirsiniz? Bu tərəzinin gözü hansı tərəfə daha çox əyilir? Cavabınız bəlkə də sizin ünsiyyət ustalığınız haqqında sizə çox şey deyəcək. Salam, bugün çox maraqlı bir məsələyə toxunacağıq. Ünsiyyətə. Amma təkcə danışdıqlarımızdan yox, həm də danışmadıqlarımızdan. Gəlin birlikdə baxaq görək, sözlərimizlə bədən dilimiz eyni hekayəni danışır, yoxsa yox? Deməli, planımız nədir? Əvvəlcə ünsiyyətin bu 2 fərqli, amma bir-birinə bağlı dünyasını kəşf edəcəyik. Sonra ayrı-ayrılıqda sözlərin və jestlərin gücünə baxacağıq və ən sonda bütün bu siqnalları necə oxumaq və öz mesajlarımızı daha güclü etmək olar onu öyrənəcəyik. Elə isə başlayaq. Hər gün, hər an istifadə etdiyimiz, amma bəlkə də üzərində çox düşünmədiyimiz 2 fərqli ünsiyyət kanalı var. Biri danışdıqlarımızdır, digəri isə susduqlarımız. Baxın, hər bir söhbəti bir tərəzi kimi düşünün. Tərəzinin bir gözündə dediyimiz sözlər var, o biri gözündə isə səs tonumuz, üz ifadəmiz, jestlərimiz. Və maraqlısı budur ki, çox vaxt o ikinci göz, yəni sözsüz tərəf, daha ağır gəlir. İnsanlar daha çox ona inanır. Yaxşı, gəlin tərəzinin birinci gözündən başlayaq, sözlərin gücündən. Yəni verbal ünsiyyətdən. Amma bu da elə sadə deyil, onun da 2 fərqli forması var. Şifahi danışıqla yazılı mətn arasında əslində böyük bir fərq var. Danışanda səs tonumuz, jestlərimizlə fikrimizi daha emosional, daha canlı çatdıra bilirik. Amma bir problem var. Söz ağızdan çıxdısa, bitdi, geri qaytarmaq olmur. Yazı isə fərqlidir. Onu düşünüb daşınıb yazar, redaktə edə bilərsən. Amma o canlılığı, o emosiyanı kağıza köçürmək həmişə asan olmur. Voltaire də bunu çox gözəl deyib, elə deyilmi? Yazı əslində səsimizin rəsmidir. Nə qədər canlı, nə qədər səmimi alınsa, bir o qədər təsirli olur. Yəni, yaxşı yazı sanki qulağımıza pıçıldanan bir söhbət kimidir. İndi isə gəlin medalın o biri üzünə, bəlkə də daha maraqlı olan tərəfinə baxaq. Söhbət sözsüz dildən gedir. Yəni, bədənimizin bizdən xəbərsiz danışdığı o güclü şuuraltı dildən. Bədən dilimiz bilirsiniz, sözlərimizin ya ən yaxın dostudur, ya da ən böyük düşməni. Ya dediklərimizi təsdiqləyib gücləndirir, ya da tam əksini deyərək bizi, necə deyərlər, ələ verir. Məsələn, hər şey qaydasındadır deyib, əllərinizi əsəbi şəkildə ovuşdurursunuzsa, hansına inanacaqlar?
Rəqəmlər də bunu təsdiqləyir. Baxın, üz-üzə ünsiyyət zamanı mesajın təsiri 30 hətta 50% artır. Buna görə də ən vacib danışıqlar, ən ciddi söhbətlər heç vaxt telefonla və ya mesajla aparılmır. İnsanın gözünün içinə baxmaq, reaksiyasını görmək tamamilə başqa bir şeydir. Bəs gün ərzində ünsiyyətə nə qədər vaxt ayırırıq? Bu rəqəmlər çox maraqlıdır. Demək olar ki, vaxtımızın 75%-i ya kimisə dinləməklə, ya da kimləsə danışmaqla keçir. Və bu nə deməkdir? Bu o deməkdir ki, zamanımızın böyük hissəsində qeyri-verbal siqnallar həlledici rol oynayır. Yaxşı, bəs bu qeyri-verbal dil hansı vasitələrdən ibarətdir? Gəlin indi, necə deyərlər, bu alət dəstini açaq və hər gün fərqində olmadan istifadə etdiyimiz 4 əsas alətə daha yaxından nəzər salaq. Birinci alətimiz intonasiyadır. Bu, sanki sözlərimizin musiqisidir. Eyni cümləni fərqli intonasiya ilə deməklə tamamilə fərqli mənalar yarada bilərsiniz. Məsələn, çox maraqlıdır cümləsini həvəslə də demək olar, kinayə ilə də. Fərqi yaradan məhz intonasiyadır. Növbəti alətimiz isə pauzadır. Bəli, bildiyimiz səssizlik. Çünki bəzən ən güclü sözlər heç bir söz deyilməyəndə səslənir. Səssizlik də bir mesajdır. Pauza heç də boşuna verilmir. Onun bir çox funksiyası var. Bəzən qarşı tərəfə indi sən danış demək üçündür. Bəzən dediyin vacib bir fikirdən sonra verirsən ki, həzm olunsun. Və ya bəzən də sadəcə narazılığını, xəbərdarlığını bildirmək üçün ən güclü silahdır. Və əlbəttə ki, rəstlər. Elə bil əllərimizin öz dili var. Onlar heç vaxt susmur. Gah həyəcanımızı bir üzə verir, gah da sözlərimizə qüvvət verərək dinləyicinin beynində bir şəkil çəkir. Və gəldik ən güclü, ən təsirli alətə, mimikaya, yəni üz ifadələrimizə. Gözlərimiz, qaşlarımız, təbəssümümüz, bütün bunlar heç bir sözə ehtiyac olmadan bütöv bir hekayə danışa bilir. Sevinci də, kədəri də, təəccübü də ilk olaraq üzümüz ifadə edir. Yaxşı, bu qədər fərqli aləti bildik. Bəs bütün bunları necə bir araya gətirib, sözün əsl mənasında ünsiyyət ustasına çevrilə bilərik? Cavab bir sözdə gizlidir. Harmoniya, yəni uyğunluq. Təsəvvür edin ki, sözləriniz və bədən diliniz bir-birinə keçmiş iki dişli çarx kimidir. Əgər onlar sinxron, eyni istiqamətdə fırlanırsa, mesajınız güclü və aydın şəkildə qarşı tərəfə çatır. Amma biri sağa, o biri sola fırlanırsa, mesaj itib batır. Və bugünkü söhbətimizi kiçik bir düşüncə tapşırığı ilə bitirmək istəyirəm. Bir anlıq düşünün, əgər danışa bilməsəydiniz, sustuğunuz anlarda bədən diliniz sizin haqqınızda nə deyərdi? Öz sözsüz mesajlarınızdan xəbərdar olun. Bu mövzunu bizimlə araşdırdığınız üçün təşəkkür edirəm. Hamımız danışırıq, elə deyil, amma heç fikir vermisiniz, bəzi insanlar danışanda sanki zaman dayanır. Sadəcə onlara qulaq asmaq istəyirsən. Bəs niyə belədir? Bugün biz məhz bu sirrin üstünü açacağıq. Gəlin birlikdə auditoriyanı ofsunlayan bir natiq olmağın yollarını öyrənək. Gəlin bir saniyəlik dayanaq və özümüzə sual verək. Mən insanlar qarşısında danışanda özümü necə hiss edirəm? Daha da vacibi, onlar məni necə dinləyir? Bax, bu sualın cavabı bizim bugünkü səyahətimizin başlanğıc nöqtəsidir. Deməli, bütün natiqləri 3 böyük qrupa bölmək olar. Birincilər o qədər darıxdırıcıdır ki, onlara qulaq asmaq, yəni demək olar ki, imkansızdır. İkincilər normaldır, fikirlərini çatdıra bilirlər, problem yoxdur. Amma o üçüncülər, onlar tam başqa aləmdir. Onlar sadəcə ofsunlayır. Bizim də məqsədimiz məhz o zirvəyə çatmaqdır. Bugünkü yol xəritəmiz belədir. Əvvəlcə natiq növlərini aydınlaşdıracaq, sonra nitqin 3 təməl sütununu öyrənəcəyik, səsinizə necə hakim olmağın sirlərinə baxacaq, sözlərdən kənar ünsiyyəti müzakirə edəcəyik və sonda ən böyük sirri açacağıq. Hazırsınızsa, başlayaq. Deməli, ilk işimiz məqsədimizi dəqiq bilməkdir. Biz sadəcə yaxşı danışan biri olmaq istəmirik. Bizim hədəfimiz o üçüncü kateqoriyadır. Yəni, auditoriyanı özünə bağlayan, dinləməməyin mümkün olmadığı bir natiq olmaq. Yaxşı, bəs bu səviyyəyə necə gəlib çıxmaq olar? İnanın ki, bu heç də anadan gəlmə bir istedad və ya sehir deyil. Bu, tamamilə öyrənilə bilən bir bacarıqdır. Və bu bacarığın təməlində 3 dənə fundamental komponent dayanır. Bəli, düz eşitdiniz. Cəmi 3. Bu qədər mürəkkəb görünən bir məsələni, nitq texnikasını cəmi 3. İdarə edilən bilən hissəyə bölmək mümkündür. Bu da işimizi xeyli asanlaşdırır, elə deyilmi?
Baxın, bütün sir bu üçlüyün mükəmməl harmoniyasındadır. Düzgün nəfəs, idarə olunan səs və aydın tələffüz. Nitq texnikası dediyimiz şey əslində bu üç elementin ahəngdar şəkildə birgə işləməsidir. İndi gəlin bir-bir bu təməllərə baş vuraq. Və təbii ki, ilk olaraq nitqin ən çox eşidilən, ən çox diqqət çəkən hissəsindən, səsimizdən başlayaq. Görək onu necə idarə etmək olar. Burada iki klassik problem var. Biri var, o qədər bərkdən, kəskin danışır ki, bu dinləyiciləri gərginləşdirir, hətta qıcıqlandırır. Digəri isə sanki pıçıldayır. Arxa sıralarda oturanlar heç nə eşitmir. Hər iki halda da nəticə eynidir. Mesajınız hədəfə çatmır. Bəs çıxış yolu nədir? Çox sadə, səs tonunu dəyişmək. Səsinizin uca və ya asta olmasından asılı olmayaraq, əgər danışığınız monotondursa, yəni eyni tonda, eyni sürətlə davam edirsə, auditoriya çox tez bir zamanda yorulacaq və diqqəti dağılacaq. Həll yolu səsinizlə oynamaqdır. Səs tonunuzu gah yüksəldin, gah da alçaldın. Vacib bir məqamı vurğulamaq üçün biraz uca danışın, sonra inandırıcılıq tələb edən bir yerdə səsinizi aram, aşağı tona salın. Amma ən əsası təbii olun. Süni səslər heç vaxt səmimi təsir bağışlamır. Yaxşı, bu səs gücünü, bu idarə etməni haradan alırıq? Bütün bu enerjinin mənbəyi haradır? Cavab çox sadədir, nəfəsimiz. Səsimizin keyfiyyəti birbaşa olaraq onu dəstəkləyən nəfəsin keyfiyyətindən asılıdır. Yox, o sinə ilə aldığımız qısa, dayaz nəfəslərdən danışmıram. Söhbət dərindən, diafraqmanı, yəni qarın əzələlərini işə salaraq alınan nəfəsdən gedir. Məhz bu nəfəs sizə güclü, ahəngdar səs verir və çıxışınızın sonuna qədər enerjinizi saxlamağa kömək edir. Və gəldik üçüncü sütuna, aydınlıq, yəni orfoepiya. Bu söz biraz elmi səslənə bilər, amma mənası çox sadədir. Sözləri və vurğuları düzgün demək. Çünki tələffüzdəki bircə səhv belə dinləyicinin diqqətini sizin vacib mesajınızdan yayındıra bilər. İndiki səs və sözləri həll etdik, gəlin biraz da kənara çıxaq. Axı ünsiyyət təkcə danışmaqdan ibarət deyil, elə deyilmi? Təbii ki, xarici görünüşünüz, dik duruşunuz, məqsədli jestləriniz, bütün bunlar sizin sözsüz mesajlarınızdır və nitqinizi gücləndirir. Amma bütün bu detalları bir-birinə bağlayan, onlara məna verən daha dərin bir prinsip var. Və beləcə, gəlib çatdıq işin ən vacib, ən fundamental hissəsinə, bütün texnikaların ürəyinə. İndiyə qədər necə sualına cavab axtarırdıqsa, indi hər şeyin nə üçün nə keçid edirik. Baxın, bunu yadda saxlamaq çox vacibdir. Bütün bu öyrəndiyimiz nəfəs, səs, tələffüz qaydaları, bunların heç biri əsl məqsəd deyil. Onlar sadəcə sizin əlinizdə olan alətlərdir. Bəs əsl məqsəd nədir? Bu sitat məncə hər şeyi mükəmməl izah edir. Ən mükəmməl texnika belə sizin auditoriya ilə əlaqə qurmaq üçün olan səmimi istəyinizin yerini verə bilməz. Əgər siz həqiqətən də danışdığınız mövzuya ürəkdən inanırsınızsa və fikirlərinizi bölüşmək üçün can atırsınızsa, bu sizin bütün duruşunuza, səsinizə, jestlərinizə hopacaq. Gəlin yekunlaşdıraq. Birincisi, unutmayın, cəlbedici natiq olmaq öyrənilən bir bacarıqdır. İkincisi, bu bacarığın təməlində 3 alət var: nəfəs, səs və tələffüz. Və üçüncüsü, ən vacibi, əsl güc, səmimiyyətdə və auditoriya ilə qurmaq istədiyiniz o həqiqi əlaqədədir. Bugünkü söhbətimizi bu sualla bitirmək istəyirəm. İndiki bu güclü alətlər sizin əlinizdədir. Özünüzdən soruşun. Mən bu səslə, bu güclə dünyaya hansı vacib mesajı çatdırmaq istəyirəm? Bilirsiniz, biz hər gün danışırıq, ünsiyyət qururuq, fikir mübadiləsi aparırıq. Amma heç dayanıb düşünmüsünüzmü ki, məsələn, bir mühazirəni dinləyərkən və ya təsirli bir çıxışa qulaq asarkən bütün diqqəti bir nəfərin cəmləməsinin arxasında nə qədər böyük bir güc var, bax bu monoloq sənətidir. Bugün biz sizinlə məhz bu sənətin, yəni fikri kəsilmədən, təsirli şəkildə çatdırmağın incəliklərini birlikdə araşdıracaq. Gəlin bugünkü planımıza nəzər salaq. Əvvəlcə, monoloji nitqin nə olduğunu, yəni təməlini anlayacağıq. Sonra mühazirə, məruzə kimi daha rəsmi növlərin sirlərini açacağıq. Və sonda bütün bu bacarıqların əslində gündəlik həyatımızda, istər dost məclisində, istərsə də işdə bizə necə kömək etdiyini görəcəyik. Hazırsınızsa, başlayaq elə birinci punktdan. Hər şeyin təməldən başladığı kimi, biz də gəlin əvvəlcə əsas anlayışla başlayaq. Yəni, monoloji nitq nə deməkdir və o, bizim adi, gündəlik dialoqlarımızdan nə ilə fərqlənir? Baxın,
Monoloji nitq ağla gələni demək deyil. Bu, əslində bir hədəfi olan, diqqətlə planlaşdırılmış və tamamilə bir nəfərin idarə etdiyi bir ünsiyyət formasıdır. Təsəvvür edin, bir müəllim dərsə hazırlaşanda təkcə nə deyəcəyini yox, həm də tələbələrin mövzunu necə daha yaxşı başa düşəcəyini planlayır. Bütün proses, bütün nəzarət məhz danışanın əlindədir. Gəlin fərqi daha yaxşı anlamaq üçün belə bir bənzətmə edək. Dialoq iki nəfərin rəqsi kimidir. Hər an bir-birinə reaksiya verirsən, addımlar dəyişə bilir. Monoloq isə daha çox bir aktyorun səhnədəki solo ifasına bənzəyir. Səhnə tamamilə onundur, o fikrini bitirənə qədər bütün işıqlar, bütün diqqət onun üzərindədir. Məhz bu planlı quruluş monoloqu bu qədər güclü edir. Yaxşı, indi isə keçək monoloji nitqin yəqin ki, hamımızın ən yaxşı tanıdığı formalarından birinə, mühazirəyə. Çoxumuzun universitet illərindən xatırladığı bu format əslində mürəkkəb biliyi ötürməyin ən effektiv yollarından biridir. Amma mühazirə sadəcə kiminsə kitabdan nəsə oxuması deyil əsla. Yaxşı bir mühazirəçi faktları, nəzəriyyələri və ümumiləşdirmələri elə bir şəkildə bir araya gətirir ki, ən mürəkkəb mövzu belə dinləyici üçün aydın və başa düşülən olur. Elə buna görə də elm və təhsil ocaqlarının ayrılmaz hissəsidir. Bəs yaxşı bir mühazirəni darıxdırıcı bir dərsdən nə fərqləndirir? Cavab çox sadədir. Əlaqə, yəni mövzunu canlandıran qrafiklər, nəzəriyyəni birbaşa bizim həyatımıza bağlayan real misallar. Yaxşı mühazirəçi təkcə informasiya vermir. O, dinləyicini düşünməyə, sual verməyə və hətta mövzu ilə bağlı mübahisə etməyə təşviq edir. Bu, artıq bilik ötürməkdən çıxıb bir təcrübə yaşatmağa çevrilir. İndi isə gəlin, çox vaxt bir-birinə bənzədilən, amma əslində tamamilə fərqli məqsədlərə xidmət edən iki nitq formasına baxaq. Məruza və çıxış. Qısaca desək, biri məlumat vermək, digəri isə münasibət bildirmək üçündür. Məruzəni belə düşünün. Bu, görülmüş bir işin, aparılmış bir tədqiqatın və ya mövcud bir vəziyyətin rəsmi təqdimatıdır. Əsas məqsəd faktları, təhlilləri və nəticələri ardıcıl, səliqəli bir şəkildə auditoriyaya çatdırmaqdır. Yəni, burada şəxsi fikirlərdən daha çox obyektiv məlumatlar ön plandadır. Baxın, bu klassik 3 hissəli quruluş təsadüfi deyil. O, məruzənin məntiqi axınını təmin edir. Girişlə dinləyicinin diqqətini mövzuya cəlb edirsən, əsas hissədə mətləbi açıqlayırsan və sonda, nəticədə hər şeyi bir yerə yığıb, yadda qalan bir yekun vurursan. Bu, dinləyicinin sənin fikrini addım-addım izləməsinə kömək edir. Yaxşı, məruzə bitdi, hamı məlumatı aldı. Bəs sonra? Adətən müzakirələr başlayır, elə deyilmi? Məhz bu məqamda çıxışlar səhnəyə daxil olur. Çıxış edən şəxs artıq təqdim olunan məlumata öz şəxsi prizmasından yanaşır. Ya onu dəstəkləyir, ya tənqid edir, ya da ona yeni bir fikir əlavə edir. Buradakı incə fərq statusda və məqsəddədir. Məsələn, bir işgüzar iclasda hər kəs öz fikrini bildirərək çıxış edə bilər. Bu, müzakirəyə verilən bir töhfədir. Amma bir rəhbər qalxıb, növbəti addımımız budur deyəndə, bu artıq sadəcə bir fikir olmur. Bu, icra üçün bir göstəriş, yəni rəsmi bir nitq olur. Qısası, biri müzakirəni zənginləşdirir, digəri isə hərəkətə istiqamət verir. Bu 6 qayda əslində hər birimiz üçün bir növ yoxlama siyahısı kimidir. İstər işgüzar iclasda, istərsə də hər hansı bir müzakirədə söz alanda, bu qaydaları xatırlamaq çıxışınızı qat-qat daha təsirli və peşəkar edəcək. Xüsusilə də birinci və ikinci qayda, yığcamlıq və mövzudan kənara çıxmamaq, dinləyicinin hörmətini qazanmağın demək olar ki, qızıl qaydasıdır. Yaxşı, gəlin indi də bu nitq formalarının müxtəlif peşə sahələrində necə tətbiq olunduğuna daha geniş bir pəncərədən baxaq. Siyasətdən məhkəmə zalına qədər natiqlik sənəti əslində hər yerdədir. Prezidentlərin xalqa müraciətlərini və ya siyasətçilərin böyük kütlələr qarşısındakı çıxışlarına gözünüzün önünə gətirin. Bax, bu, ictimai-siyasi natiqliyin ən bariz nümunəsidir. Burada məqsəd nədir? Məlumatlandırmaq, inandırmaq və insanları müəyyən bir ideya ətrafında birləşdirmək. Məhkəmə zalında isə, bilirsiniz, hər bir sözün çəkişi qızıldan ağırdır. Burada natiqlik sənəti iki cəbhəyə bölünür. İttiham və müdafiə. Hüquqi terminlər, dəqiq arqumentlər və inandırma qabiliyyəti bir insanın talayını həll edə bilər. Bu, sözün gücünün ən kəskin hiss olunduğu sahələrdən biridir həqiqətən. Elm dünyasında isə oyunun qaydaları tamamilə fərqlidir. Burada emosiyalara demək olar ki, yer yoxdur. Hər şey faktlar, məntiq və təksib edilməz sübutlar üzərində qurulur. Akademik natiqlik, alimlərin öz kəşflərini dünyaya təqdim etməsi və bilgini sərhədlərini genişləndirməsi üçün istifadə etdikləri ən vacib vasitədir. Yaxşı, bütün bu rəsmi və ciddi mövzulardan sonra gəlin biraz da öz gündəlik həyatımıza qaydaq.
Çünki hər birimiz bəlkə də fərqində olmadan həyatımızın müxtəlif anlarında natiq rolunda çıxış edirik. Dostunuzun toyunda dediyiniz o səmimi sağlıq ya da yaxın bir insanın yubileyindəki təbrik nitqi, hətta kədərli bir anma mərasimindəki çıxış, bax bunların hamısı ictimai məişət natiqliyidir. Burada məqsəd hansısa rəsmi məlumatı vermək deyil, əsas məqsəd hissləri paylaşmaq və insanları bir-birinə daha da yaxınlaşdırmaqdır. Bu stat əslində ictimai məişət natiqliyinin bütün mahiyyətini bir cümlədə ifadə edir. Bu cür çıxışlar bizim insani bağlarımızı gücləndirir. Biz bu nitqlər vasitəsilə ortaq sevinci və ya kədəri paylaşaraq bir cəmiyyət, bir ailə, bir dost qrupu olduğumuzu daha dərindən hiss edirik. Beləliklə, bütün bunlardan çıxan əsas nəticə nədir? O nəticə budur ki, monoloji nitq təkcə böyük səhnələrdəki siyasətçilər və ya professorlar üçün deyil, universitetdəki müəllimdən tutmuş, məhkəmədəki vəkilə, hətta dost məclisində sağlıq deyən hər birimizə qədər hamımız bu gücdən istifadə edirik. Bu, sadəcə danışmaq deyil, bu, fikri, hissi və məlumatı məqsədli şəkildə çatdırmaq sənətidir. Və sonda gəlin bir anlıq dayanıb düşünək. Gündəlik həyatınızda bu monoloq növlərindən hansını daha çox istifadə edirsiniz? İşdə məlumat verən bir məruzəçisiniz, yoxsa dostlar arasında hisslərini bölüşən bir natiq? Öz üslubunuzu tanımaq, daha təsirli bir ünsiyyət qurmağın ilk və ən vacib addımıdır. Bu haqda düşünməyə dəyər. Hər vaxtınız xeyir. Peşəkar Uğur'un o yazılmamış amma hamının bildiyi qaydalarını kəşf etməyə nə deyirsiniz? Gəlin, bugün karyeranızda sizi bir addım önə çıxaracaq o davranış sənətinin ən vacib məqamlarına birlikdə baxaq. Yaxşı, bir anlıq düşünək. Peşəkar dünyada sizi həqiqətən də fərqləndirən nədir? Yəqin çoxunuzun ağlına ilk olaraq bacarıqlar gəlir. Amma inanın, cavab təkcə bu deyil. Əsl fərqi yaradan şey peşəkar davranış qaydalarını, yəni işgüzar etiketi nə qədər yaxşı bildiyiniz və tətbiq etdiyiniz. Elə isə gəlin işin ən təməlindən başlayaq. Çünki bu mövzunun əsasında iki çox vacib, amma çox vaxt bir-biri ilə qarışdırılan anlayış dayanır. Söhbət etika və etiketdən gedir. Bax, bu fərqi anlamaq həqiqətən çox vacibdir. Gəlin belə düşünək. Etika sizin daxili kompasınız kimidir. Nəyin mənəvi cəhətdən doğru, nəyin yanlış olduğunu göstərir. Məsələn, müştərinin məxfi məlumatlarını qorumaq bir etika məsələsidir. Bu, sizin vicdanınızdır. Bəs etiket nədir? Etiket isə həmin müştəri ilə görüşəndə ona necə müraciət etməyiniz, əlini necə sıxmağınızdır. Yəni, cəmiyyətin qəbul etdiyi davranış qaydalarıdır. Qısacası, etika nə etməli? Sualına, etiket isə bunu necə etməli sualına cavab verir. Yaxşı, bəs heç düşünmüsünüzmü? Bu etiket sözü özü haradan gəlib? Gəlin kiçik bir tarixi səyahətə çıxaq. İnanın, sözün mənşəyini biləndə onu yadda saxlamaq daha da asan olur. Deməli, zamanda biraz geri gedirik, ta Fransa kralı 14-cü Ludovikin o məşhur dəbdəbəli sarayına. Təsəvvür edin, saraya qonaq gəlmisiniz və qapıda sizə kiçik bir kart verirlər. Bu kartın üzərində sarayda necə davranmalı olduğunuz barədə qaydalar yazılıb. Məsələn, kralın yanında necə dayanmalı, kimə birinci təzim etməli. Bax, fransızca etiket adlanan bu kiçik kartlar sarayda nizam-intizamı təmin edirdi. Və bizim bugün istifadə etdiyimiz etiket sözü də məhz həmin o kartlardan gəlir. Beləliklə, gördüyünüz kimi, müasir etiket də öz tarixi kökünə sadiqdir. Yəni, cəmiyyətdə qəbul olunmuş davranış normaları, nəzakət qaydaları toplusudur. Bura həm kiməsə necə müraciət etməyimiz, həm geyim tərzimiz, həm də ümumi ünsiyyət mədəniyyətimiz daxildir. Yaxşı, ümumi etiketi anladıq, idisə gəlin fokusu birbaşa iş dünyasına, yəni işgüzar etiketə yönəldək və görək bu qaydalar karyeramız üçün niyə bu qədər həqiqətən də kritikdir. Bilirsiniz, bəzən insanlar elə bilir ki, işgüzar etiket sadəcə nəzakətli olmaq deməkdir. Amma bu, məsələnin yalnız görünən tərəfidir. Məsələ daha dərindir. Bir anlıq düşünün, işgüzar etiket əslində sizin peşəkarlığınızı, etibarlılığınızı və hətta dəyərinizi hamıya göstərən strateji bir alətdir. Sanki sizin səssiz vizit kartınızdır. Siz heç nə demədən sizin haqqınızda çox şey deyir. Və beləliklə, gəlib çatdıq bugünkü söhbətimizin ən can alıcı yerinə. Uğurun 6 qızıl qaydası. Bax, indi sizinlə peşəkar uğurun bünövrəsini qoyan o 6 əsas prinsipi bölüşəcəyik. Bu qaydaları mənimsəsəniz, peşəkar imiciniz sözün əsl mənasında dəyişə bilər. Bu 6 prinsipi peşəkar davranışın sütunları ya da uğurunuzun təməli kimi düşünə bilərsiniz. Dəqiqlik, məxfilik, nəzakət, başqalarına diqqət, xarici görünüş və savadlılıq.
İndi gəlin hər birinin üzərindən bir-bir keçək və görək nə deməkdir. Deməli, ilk iki prinsip birbaşa etibarla bağlıdır. Birincisi, dəqiqlik. Hər şeyi vaxtında etmək, əslində qarşı tərəfə mənə güvənə bilərsən mesajını verməkdir. Hər gecikmə isə bu güvəndən biraz aparır. İkincisi, məxfilik. Bu qızıldan da qiymətlidir. Şirkətə və ya müştəriyə aid sirləri qorumaq sizin peşəkarlığınızın ən ali göstəricisidir. Unutmayaq ki, etibar illərlə qazanılır, amma bir anda itirilə bilər. Növbəti ikili isə birbaşa insan münasibətləri, yəni komanda ruhu ilə bağlıdır. Üçüncü prinsip, nəzakət. Bəzən bir səmimi təbəssüm və ya çox sağ ol kəlməsi iş mühitində möcüzələr yarada bilər. Dördüncü prinsip, başqalarına diqqət. Bax, bu sadəcə qulaq asmaq deyil, həqiqətən də eşitmək, anlamağa çalışmaq deməkdir. Həmkarlarınızın fikirlərini hörmət etmək ən güclü komandaların sirridir. Və nəhayət son iki prinsip sizin peşəkar imicinizə son toxunuşları edir. Beşincisi, xarici görünüş. Bunu heç vaxt unutmayın. İnsanlar sizi tanımamışdan əvvəl geyiminizi görür. Səliqəli və yerinə uyğun geyim həm özünüzə, həm də işinizə olan hörmətinizin göstəricisidir. Və altıncısı, savadlılıq. Bəli, savadlılıq. Yazdığınız bir e-poçtdakı bircə qrammatik səhv belə sizin haqqınızda bütün təəssüratı alt-üst edə bilər. Aydın səlis nitq və səhvsiz yazı sizin zəkanızın vizit kartıdır. Yaxşı, bu 6 prinsipi anladıq. Bəs bütün bunlar gündəlik iş həyatında özünü necə biruzə verir? Əslində, bütün bu qaydaları cəmi 3 əsas komponentdə birləşdirmək olar. Gəlin tam mənzərəyə baxaq. Bəli, hər şey 3 əsas elementin ətrafında fırlanır. 1. Xarici görünüşünüz, yəni necə göründüyünüz. 2. Nitqiniz, yəni necə ünsiyyət qurduğunuz. Və 3. Davranışınız, yəni necə hərəkət etdiyiniz. Sizin bütöv peşəkar imiciniz məhz bu 3 elementin bir-birini tamamlamasından, onların harmoniyasından yaranır. Və ən vacib məqam da elə budur. Təsəvvür edin, geyiminiz mükəmməldir, amma nitqiniz səhvlərlə doludur. Və ya davranışlarınız çox nəzakətlidir, amma görünüşünüz səliqəsizdir. Gördünüz, bu 3 komponent bir zəncirin halqaları kimidir. Biri zəif olsa, bütün zəncir qırılar. Yalnız bu üçü bir yerdə olanda sizin haqqınızda həqiqətən güclü və peşəkar bir təəssürat formalaşır. Və sonda, gəlin bir anlıq düşünək. Bugün danışdığımız bu 6 qızıl qaydadan hansı birini sabah işdə şuurlu şəkildə tətbiq etməyə başlayacaqsınız? Bəlkə dəqiqliyə daha çox fikir verəcəksiniz, bəlkə də həmkarlarınızı daha diqqətlə dinləyəcəksiniz. Birini seçin və başlayın. Unutmayın ki, ən böyük dəyişikliklər belə kiçik bir addımla başlayır. Salam. İş həyatında tez-tez izahat, xəbərdarlıq, hətta bəzən töhmət kimi sözlərlə qarşılaşırıq. Amma bu sözlər əslində nə anlama gəlir? Aralarındakı fərq nədən ibarətdir? Gəlin, bugün rəsmi ünsiyyətin bu 4 vacib sütununu, izahat, xəbərdarlıq, töhmət və təşəkkürü birdəfəlik və həmişəlik aydınlaşdıraq. Hazırsınızsa, başlayaq. Bir anlıq təsəvvür edin. İşdə bir səhv etmisiniz. Rəhbərinizin reaksiyası nə olacaq? Sizdən sadəcə nə baş verdiyini soruşacaq, yəni bir izahat istəyəcək, yoxsa sizə rəsmi bir xəbərdarlıq gələcək? Bəlkə də vəziyyət daha ciddidir. Bax, bugünkü söhbətimiz məhz bu reaksiyaların fərqini anlamaq üçündür. Çünki hər birinin öz yeri var və hər birinin karyeranız üçün tamamilə fərqli nəticələri ola bilər. Bizim bugünkü yol xəritəmiz çox aydındır. Əvvəlcə ən neytral nöqtədən, yəni izahatdan başlayacaq, sonra bir pillə yuxarı qalxıb səhvlərin təkrarlanmasının qarşısını almaq üçün edilən xəbərdarlığı müzakirə edəcəyik. Ardınca işlərin ciddiləşdiyi məqam, yəni rəsmi cəza olan töhmət gəlir. Sonda isə bu ciddi mövzunu pozitiv bir notla, yaxşı işin qiymətləndirilməsi olan təşəkkürlə bitirəcəyik. Və ilk dayanacağımız izahat. Adətən hər şey məhz buradan başlayır. Hələ ki ortada bir cəza, bir qınama yoxdur. Məqsəd çox sadədir. Sadəcə nə baş verdiyini anlamaq. Bilirsiniz, sözün mənası əslində hər şeyi deyir. İzahat ərəbcədən gəlir və mənası aydınlaşdırmaq deməkdir. Məqsəd də məhz budur. Qaranlıq qalan bir məsələyə işıq salmaq. Unutmayın, bu bir ittiham deyil, sadəcə məlumat toplama prosesinin bir hissəsidir. Yaxşı, bəs izahat necə olur? Həm şifahi soruşula bilər, həm də yazılı istənilə bilər. Bəzən bir-iki cümlə kifayət edir, bəzən isə çox detallı olur. Amma baxın, burada ən vacib məqam nədir bilirsinizmi? İzahat rəsmi bir cəza sənədi deyil. Amma ehtiyac yaranarsa, gələcəkdə bir mənbə kimi istifadə edilə bilər. Yəni, bu neytral, amma sənədləşdirilə bilən bir prosesdir.
Yaxşı, tutaq ki, məsələyə aydınlıq gətirildi və sonra eyni səhvin təkrarlanmaması üçün nə etmək lazımdır? Bax, məhz bu nöqtədə bir pillə yuxarı qalxırıq və xəbərdarlıq mərhələsinə keçid edirik. Adından da göründüyü kimi, xəbərdarlıq kimsə cəzalandırmaq üçün deyil. Bu, ona gələcək üçün bir xəbər vermək, yəni məlumatlandırmaq üçündür. Bu bir növ dayan, bu yol səhvdir, bir daha bu yolla getmə işarəsidir. Məqsəd cəzalandırmaq yox, qorumaqdır. Baxın, bura çox diqqətlə qulaq asın, çünki bu bəlkə də bütün bu mövzunun ən kritik nöqtəsidir. Xəbərdarlıq, rəsmi cəza deyil. Bu cəzadan əvvəlki son addımdır, son şansdır. Rəhbərlik bununla əslində sizə deyir ki, mən səni məlumatlandırdım. Bu hərəkəti bir daha təkrarlama, əks halda nəticəsi ciddi olacaq. Əslində xəbərdarlığın müxtəlif növləri var. Məsələn, dövlətlər arasında olan diplomatik xəbərdarlıq. Amma bizim üçün, yəni iş mühiti üçün ən önəmlisi məhz inzibati xəbərdarlıqdır. Yəni rəhbərin işçiyə birbaşa rəsmi şəkildə etdiyi xəbərdarlıq. Bəzən isə daha qeyri-rəsmi məktub formalarda ola bilir. Gəlin sizə çox maraqlı bir tarixi hekayə danışım. 1950-ci illərdə Çin ABŞ-a tam 48 dəfə sonuncu xəbərdarlıq göndərir, amma heç bir təsiri olmur. Lakin o dövrün SSR-sinin cəmi bir notası vəziyyəti tamamilə dəyişir. Deməli, buradan çıxan nəticə nədir? Xəbərdarlığın gücü onun neçə dəfə deyilməsində yox, arxasında dayanan nüfuzda və ciddiyyətdədir. Yaxşı, bəs xəbərdarlığa da məhəl qoyulmadısa və ya edilən səhv elə ilk dəfədən çox ciddidirsə, bax onda artıq işlər ciddiləşir və səhnəyə rəsmi intizam tənbihi, yəni töhmət çıxır. Və bu tamamilə başqa bir səviyyədir. Sözün mənşəyi qınamaq, dallamaq hər şeyi deyir. Artıq töhmət bir xəbərdarlıq deyil. Bu, rəsmi şəkildə sənədləşdirilən və birbaşa işçinin şəxsi işinə həkk olunan konkret bir cəzadır. Yəni, bu artıq geri dönüşü olmayan rəsmi bir addımdır. Bəs töhməti bu qədər ciddi olan nədir? Gəlin baxaq. Birincisi, bu artıq əmək məcəlləsinə görə rəsmi bir cəzadır. İkincisi, həmişə istisnasız olaraq yazılı bir əmrlə verilir, yəni mən sənə şifahi töhmət verdim deyə bir şey yoxdur və ən əsası, bu işçinin şəxsi işinə, yəni karyera tarixinə bir qeyd kimi düşür və orada daimi qalır. Bu gələcəkdə vəzifə artımı və ya hətta başqa işə keçid zamanı belə sizin qarşınıza çıxa bilər. Gəlin indi bu ikisini yan-yana qoyub, fərqlərini bir dəfəlik beynimizə həkk edək. Baxın, status olaraq xəbərdarlıq cəza deyil, amma töhmət artıq rəsmi cəzadır. Forma olaraq xəbərdarlıq daha çevikdir, şifahi də ola bilər, amma töhmət yalnız və yalnız yazılı əmrlə verilir, başqa yolu yoxdur. Və ən əsas fərq məqsəddədir. Xəbərdarlıq gələcəyə yönəlib, bir də etmə, deyir. Töhmət isə keçmişə baxır və etdiyinə görə cəzalanırsan deməkdir. Bu üç fərqi anlasanız, bu iki anlayışı heç vaxt bir-biri ilə qarışdırmayacaqsınız. Yaxşı, bu qədər cəzadan, intizamdan danışdıq, biraz da nəfəs alaq, elə deyilmi? Gəlin indi medalın o biri üzünə, spektrin tam əks tərəfinə baxaq. Yaxşı görülən işin qarşılığı olan təşəkkür. Təşəkkür, sözün kökündə şükür dayanır və məncə bu hər şeyi ifadə edir. Amma iş mühitində bu sadəcə çox sağ ol demək deyil. Bu, işçinin əməyinin rəsmi şəkildə tanınması və dəyərləndirilməsi deməkdir. Maraqlı bir məqam da budur ki, əvvəllər təşəkkürnamə adlı xüsusi kağızlar, sənədlər var idi. İndi isə proses dəyişib, müasir iş yerlərində təşəkkür də eyni ilə töhmət kimi rəsmi bir əmrlə verilir. Bu nə deməkdir? Yəni, təşəkkür də artıq rəsmi bir sənəddir və işçinin şəxsi işində müsbət bir qeyd kimi yer alır. Töhmətin neqativ izi kimi təşəkkür də pozitiv və qalıcı bir iz buraxır. Beləliklə, bütün bu məlumatları yadda saxlamaq üçün gəlin hər bir terminin əsas funksiyasını bir sözlə ifadə edək. İzahat nə üçün lazımdır? Aydınlaşdırmaq üçün. Xəbərdarlıq qarşısını almaq üçün. Töhmət düzəltmək, yəni cəzalandırmaq üçün. Və nəhayət təşəkkür mükafatlandırmaq üçün. Bu 4 feili yadda saxlasanız, demək olar ki, hər şeyi yadda saxlamış olacaqsınız. Və sonda bir sual üzərində düşünək, aydınlaşdırmaq, xəbərdar etmək, bəzən cəzalandırmaq və yeri gələndə də mükafatlandırmaq. Sizcə, bu 4 aləti düzgün bir tarazlıqda istifadə edən bir rəhbər ideal iş mühiti yarada bilərmi? Bu barədə düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkür edirəm. Salam, heç olubmu ki, işdə rəhbəriniz sizdən gəlib izahat tələb etsin? Ya da bəlkə xəbərdarlıq almısınız, amma bunun töhmətdən nə fərqi olduğunu tam bilməmisiniz?
Baxın, bugün biz bu üç çox vacib termini, yəni izahat, xəbərdarlıq və töhməti tam aydınlaşdıracağıq. Məqsədimiz odur ki, siz hər bir vəziyyətdə nə baş verdiyini dəqiq biləsiniz və öz karyeranızı daha inamla idarə edəsiniz. Gəlin başlayaq. Yaxşı, gəlin bir anlıq düşünək. İş yerində hər hansı bir qayda pozulanda, məsələn işə gecikəndə və ya bir tapşırıqda səhvə yol verəndə ilk olaraq nə baş verir? Proses necə işləyir? Bax, bu zəncirin ilk halqasını, yəni ilk addımı anlamaq, sonraki bütün mərhələləri düzgün qiymətləndirmək üçün həyati əhəmiyyət daşıyır. Hər şey adətən birinci addımdan başlayır. İzahat. Və ilk olaraq bunu deyim. Qorxmağa dəyməz. Çünki izahat bir cəza deyil. Bu, sadəcə olaraq rəhbərliyin bir dəqiqə nə baş verib, gəl aydınlıq gətirək deməsidir. Yəni, bu mərhələ vəziyyəti anlamaq üçündür. Gəlin görək, bu sorğunun içində əslində nə var? Sözün mənşəyinə baxanda elə hər şey aydın olur. İzah etmək nə deməkdir? Yəni, açıqlamaq, aydınlaşdırmaq. Məqsəd sizi cəzalandırmaq deyil. Sadəcə olaraq baş verən hadisəni sizin öz dilinizdən eşitmək və anlamaqdır. Bu, hekayənin sizin tərəfinizi dinləmək üçün bir fürsətdir. Deməli, qısaca desək, izahat həm şifahi soruşula bilər, həm də sizdən yazılı şəkildə, yəni izahatnamə tələb oluna bilər. Amma ən vacibi nədir? Bu, heç bir halda hüquqi bir cəza sənədi deyil. Bu, sadəcə rəhbərliyin məlumat toplama mərhələsidir. Prosesin yalnız və yalnız ilk addımıdır. Yaxşı, tutaq ki, izahat verildi, amma məsələ bununla bitmir və rəhbərlik vəziyyətin biraz daha ciddi olduğunu düşünür. Bəs sonra nə olur? Bax, o zaman biz ikinci mərhələyə, yəni xəbərdarlığa keçirik. Bu, artıq sadəcə məlumat toplamaqdan bir pillə daha ciddi addımdır. Xəbərdarlıq, yəni sizə xəbər verirlər. Adından da göründüyü kimi, funksiyası çox sadədir. Müəyyən bir davranış haqqında sizi rəsmi şəkildə məlumatlandırmaq. Bu, bir növ diqqətli ol. Bu hərəkət qaydalara uyğun deyil və təkrarlanmamalıdır siqnalıdır. Xəbərdarlığın əsas məqsədi bilirsiniz nədir? Sizi cəzalandırmaq yox, səhvin bir də təkrarlanmasının qarşısını almaqdır. Yəni işə götürən sizə bir şans verir ki, davranışınızı düzəldəsiniz. Və diqqət edin, bu həmişə töhmət kimi daha ciddi bir addımdan əvvəl atılan bir addımdır. Və baxın, bura çox diqqətli olun, bu bəlkə də günün ən vacib cümləsidir. Bu mənim sözüm deyil, birbaşa Azərbaycan Respublikasının əmək məcəlləsində yazılıb. Xəbərdarlıq, rəsmi intizam tənbihi, yəni cəza sayılmır. Bu nə deməkdir? O deməkdir ki, bu, sizin şəxsi işinizə mənfi bir qeyd kimi düşə bilməz. Bu iki anlayış arasındakı fərq demək olar ki, gecə ilə gündüz kimidir. Baxın, xəbərdarlıq gələcəkdəki bir problemin qarşısını almaq üçün bir bildiriş, bir siqnaldır. Töhmət isə artıq baş vermiş bir pozuntuya görə karyeranızda rəsmi iz buraxan bir cəzadır. Bu fərqi anlamaq həqiqətən də kritikdir. Amma bir dəqiqə, xəbərdarlıq sözünü biz hər yerdə eşidirik, elə deyilmi? İş yerində aldığınız xəbərdarlığın nə olduğunu tam anlamaq üçün gəlin onun digər növləri ilə fərqinə sürətli bir şəkildə baxaq. Çünki burada kontekst hər şey dəyişir. Yolda gördüyümüz təhlükə nişanlarından tutmuş, yüksək gərginlik xəbərdarlığına qədər bunların hamısının məqsədi eynidir, bizi qorumaq. İş yerindəki xəbərdarlıq da əslində eyni məntiqi daşıyır. Səhvin daha ciddi nəticələrə, yəni töhmətə və ya hətta işdən çıxarılmağa yol açmasının qarşısını almaq. Bizim fokuslandığımız isə məhz bu sonuncu, nizam-intizam növüdür. Və baxın, bütün bu növlərin içindən bizim üçün vacib olanı, bizim birbaşa mövzumuzla əlaqəli olanı məhz inzibati xəbərdarlıqdır. Bu, rəhbərin iş yerində sizə verdiyi rəsmi bildirişin tam adıdır. Və beləcə gəlib çatdıq ən ciddi mərhələyə, töhmət. Artıq burada söhbət xəbərdar etməkdən, şans verməkdən getmir. Töhmət, nəticələri olan rəsmi, sənədli bir intizam tədbiridir. Yəni, bir cəzadır. Fikir verin, əvvəlki terminlər, izahat, xəbərdarlıq daha neytral idi. Amma töhmət sözünün mənşəyi belə, məzəmmət, danlaq, artıq birbaşa mənfi bir nəticədən, bir cəzadan xəbər verir. Prosesin rəsmi cəza mərhələsinə keçdiyini göstərir. Buradakı açar sözlər bunlardır. Rəsmi, sənədləşdirilmiş və qalıcı. Bunun nə demək olduğunu gəlin aydınlaşdıraq. Töhmət sizin şəxsi işinizə yazılır və karyeranızın rəsmi bir hissəsinə çevrilir. Məhz buna görə də bu, son dərəcə ciddi bir məsələdir və yüngül yanaşmaq olmaz. Yaxşı, gəlin bir anlıq nəfəs alaq və bütün bu öyrəndiklərimizi bir araya gətirək. İndi bu üç anlayışı bir cədvəldə yan-yana müqayisə edəcəyik ki, fərqlər tamamilə aydın olsun və bir daha heç vaxt qarışdırmayasınız. Baxın,
Bu cədvəl əslində bütün məsələnin mükəmməl bir xülasəsidir. Gəlin soldan sağa doğru addım-addım gedək. Hər şey izahat, yəni sadə bir məlumat tələbi ilə başlayır. Nəticəsi yoxdur. Sonra xəbərdarlıq gəlir. Bu artıq rəsmi bildirişdir, amma hələ də cəza deyil. Və nəhayət töhmət. Həm rəsmi, həm sənədli, həm də nəticəsi olan bir cəza. Görürsünüzmü, proses necə mərhələli şəkildə ciddiləşir? Bu ardıcıllığı yadda saxlamaq çox vacibdir. Yaxşı, bəs bütün bunları bilmək bizə nə verir? Niyə bu qədər vacibdir? Çünki bilik gücdür. Artıq siz bilirsiniz ki, rəhbəriniz sizdən izahat tələb edəndə panikaya düşmək üçün heç bir səbəb yoxdur. Bilirsiniz ki, xəbərdarlıq əslində səhvinizi düzəltmək üçün sizə verilən bir şansdır. Və ən əsası, töhmətin nə qədər ciddi olduğunu və karyeranızda necə təsir edə biləcəyini anlayırsınız. Məhz bu biliklə siz istənilən vəziyyəti daha aydın görəcək və karyeranızı qorumaq üçün hər zaman doğru addım atacaqsınız. Hamıya salam, heç fikirləşmisiniz, sizi, yəni məhz sizi, başqalarından fərqləndirən əslində nədir? Bugün gəlin insan psixologiyasının ən dərin, ən mürəkkəb mövzusuna baş vuraq. Şəxsiyyət, sizin daxili dünyanızın quruluşunu birlikdə kəşf edək. Baxın, dahi Dostoyevski necə də gözəl deyib. İnsan bir sirdir və bu sirrin açarı elə bizim şəxsiyyətimizdə gizlənir. Bu, sadəcə kitablarda oxuduğumuz quru bir söz deyil, hə? Əslində, hər birimizin ömür boyu çözməyə çalışdığı bir tapmacadır. Gəlim elə bugün o sir pərdəsini biraz aralayaq. Düzdür, şəxsiyyət böyük bir sirdir. Amma qorxmayın, onu anlamaq üçün əlimizdə bir yol xəritəsi var. Bu xəritə şəxsiyyətin strukturudur və mən sizə söz verirəm. Bugün bu strukturu o qədər aydın izah edəcək ki, hər bir detalını asanlıqla yadda saxlayacaqsınız. Amma birbaşa psixologiyanın dərinliklərinə enməzdən əvvəl, gəlin bir addım geri çəkilib böyük mənzərəyə baxaq. Görəsən, fərqli elmlər, fəlsəfə, sosiologiya, hüquq, şəxsiyyətə hansı pəncərədən baxır? Çünki bilirsiniz, hər biri bu mürəkkəb tapmacanın fərqli bir parçasını bizə göstərir. Məsələn, fəlsəfəyə baxaq. Fəlsəfə üçün şəxsiyyət bizim varlığımızın niyəsidir. Məqsədim nədir? Hansı dəyərlərlə yaşayıram? Həyatımın mənası nədir? Yəni, ən fundamental suallar. Sosiologiya isə diqqəti tam başqa yerə çəkir. Deyir ki, bir dəqiqə, sən tək deyilsən axı. Bizim şəxsiyyətimiz cəmiyyətdə oynadığımız rollarla formalaşır. Yəni, siz həm övladsınız, həm dost, həm də işçi. Bütün bu rollar sizin bir parçanızdır. Hüquq isə daha praktik yanaşır. Hüquq üçün şəxsiyyət qərar verə bilən və bu qərarların məsuliyyətini daşıyan biridir. Yəni, şuurlu seçimlərin və onların nəticələrinin cəmidir. Etika isə bizim mənəvi kompasımıza, içimizdəki o doğru-səhv tərəzisinə fokuslanır. Hansı prinsiplər bizi idarə edir? Nəyi doğru, nəyi yanlış bilirik? Bax, şəxsiyyətin bu tərəfini də etika araşdırır. Və nəhayət, pedagogika, yəni təhsil elmi. O isə şəxsiyyətə iki tərəfdən baxır. Deyir ki, şəxsiyyət həm öyrədilməli, formalaşdırılmalı bir obyektdir, həm də eyni zamanda özü aktiv şəkildə öyrənən, kəşf edən bir subyektdir. Çox maraqlıdır, deyilmi? Gördünüz, hər elm sanki filin fərqli bir hissəsindən yapışıb. Biri quyruğundan danışır, biri xortumundan. Bəs bütün bunları birləşdirən nədir? Bax, burada psixologiya səhnəyə çıxır. Psixologiyanın məqsədi bütün bu fərqli baxışları bir araya gətirib vahid bir şəxsiyyət strukturu yaratmaqdır. İndi gəlin o struktura daha yaxından baxaq. Yaxşı, gəlin texniki tərəfinə baxaq. Şəxsiyyətin psixoloji strukturu nə deməkdir? Tərifə görə, bu, şəxsiyyətin davamlı komponentlərinin, yəni bizi biz edən sabit hissələrin bir-biri ilə əlaqəsini göstərən bütöv bir modeldir. Daha sadə desək, bu, bizim daxili dünyamızın memarlıq planıdır. Bu planı anlasaq, özümüzü də anlayacağıq. Yaxşı, bəs bu memarlıq planı hansı kərpiclərdən hörülüb? İndi gəldik məsələnin ən maraqlı, ən vacib hissəsinə. Psixoloqlar müəyyən ediblər ki, şəxsiyyətimiz 7 əsas komponentdən, 7 təməl daşından ibarətdir. Gəlin onları tanıyaq. Bəli, budur onlar. Yönəlişlilik, temperament, xarakter, iradi keyfiyyətlər, qabiliyyətlər, emosiyalar və motivasiyalar. Adlar biraz mürəkkəb səslənə bilər, amma narahat olmayın. İndi bunların hər birinin içinə girib, nə demək olduğunu bir-bir aydınlaşdıracağıq. Unutmayın, bu 7 parça birləşib sizin bənzərsiz portretinizi yaradır. Başlayaq birincidən. Yönəlişlilik. Bunu şəxsiyyətinizin daxili kompası kimi düşünün. Sizi nə cəlb edir? Musiqi yoxsa idman? Elm yoxsa incəsənət? Həyatda hansı istiqamətə getmək istəyirsiniz? Bax, bu kompasın əqrəbi hara yönəlirsə, sizin yönəlişliliyiniz də odur. İkincisi,
Temperament. Bu, sizin daxili mühərrikinizin sürətidir, davranışınızın necəliyidir. Məsələn, eyni bir problemə biriniz soyuqqanlı reaksiya verir, digərin isə dərhal həyəcanlanır. Biri asta-asta, digəri isə tələsik hərəkət edir. Bu fərq məhz temperamentdən gəlir. O bizim fitri, bioloji əsasımızdır. Üçüncü, xarakter. Əgər temperament necə sualına cavab verirsə, xarakter nə sualına cavab verir? Yəni, sizin dünyaya, insanlara, özünüzə olan münasibətiniz. Məsələn, səmimisiniz, yoxsa qapalı, məsuliyyətli, yoxsa biraz dağınıq. Bax, bu, sizin xarakterinizin cizgiləridir. Dördüncü, iradi keyfiyyətlər. Bu, sadə dildə desək, sizin iradə gücünüzdür, daxili sükanınızdır. Səhər təzdən yuxudan durmaq, çətin bir işi sona çatdırmaq, yox deməyi bacarmaq. Bütün bunları təmin edən sizin iradi keyfiyyətlərinizdir. Yəni, özünüzü idarə etmə bacarığınız. Beşinci, qabiliyyətlər. Bu isə sizin daxili alət çantanızdır. Hərəmizin bu çantada fərqli alətləri var. Kiminsə əlində fırça, kiminsə əlində skripka, kiminsə də əlində kalkulyator daha yaxşı işləyir. Yəni, hansı sahədə daha çox potensialınızın olduğu məhz qabiliyyətlərinizlə bağlıdır. Altıncı, emosiyalar. Bunu da sizin tipik emosional havanız kimi təsəvvür edin. Bəzi insanlar təbiətən daha şən, pozitiv, günəşli olur. Bəziləri isə daha çox narahat, həssas, yəni buludlu olur. Hansı hissləri daha çox və daha intensiv yaşadığınız sizin emosional tərəfinizi göstərir. Və nəhayət, 7-ci və bəlkə də ən əsası motivasiyalar. Bu, sizin daxili yanacağınızdır. Sizi səhərlər yataqdan nə qaldırır? Sizi hərəkətə gətirən nədir? Niyə məhz bu işi görürsünüz? Bütün bu niyələrin cavabı sizin motivasiyalarınızda, ehtiyaclarınızda gizlidir. Yaxşı, bu 7 komponenti bir-bir saydıq. Amma ən vacib məqamı unutmayaq. Bunlar ayrı-ayrı adalarda yaşayan varlıqlar deyil. Xeyr, onlar bir-biri ilə sıx bağlıdır, bir-birinə təsir edir və hamısı birlikdə sizin mürəkkəb, təkrar olunmaz şəxsiyyət sisteminizi yaradır. Gəlin, son dəfə bütün parçaları bir yerə yığaq. Sizin daxili kompasınız, yəni yönəlişlilik, mühərrikinizin sürəti, yəni temperament, dünyaya pəncərəniz, yəni xarakter, daxili sükanınız, yəni iradi keyfiyyətlər, alət çantanız, yəni qabiliyyətlər, emosional havanız, yəni emosiyalar və daxili yanacağınız, yəni motivasiyalar. Bax, bütün bunlar hamısı birlikdə sizsiniz. Və sonda, gəlin bir anlıq düşünək. Bu 7 təməl daş sizin daxili dünyanızla necə bir araya gəlir? Sizin temperamentiniz xarakterinizə necə təsir edir? Qabiliyyətləriniz motivasiyanızı necə alovlandırır? Artıq özünüzü analiz etmək üçün əlinizdə güclü bir alət var. Düşünməyə dəyər, elə deyilmi? Bilirsiniz, texnologiya nə qədər dəyişsə də bəzi şeylər dəyişməz qalır. Məsələn, effektiv yazılı ünsiyyətin təməl prinsipləri. Bu gün biz məhz məktub sənətinin dərinliklərinə baş vuracağıq və görəcəyik ki, bu köhnə sənət müasir dünyamızda əslində nə qədər aktualdır. Yəqin deyirsiniz ki, bu nə sualdır, amma bir anlıq düşünək. Hər şeyin sürətli olduğu, emojilərlə danışdığımız bir zamanda oturub fikirlərimizi səliqə ilə cümlələrə düzüb kiməsə göndərmək, bu hərəkətin özündə əslində böyük bir güc var. Gəlin baxaq, bu güc nədən ibarətdir? Yaxşı, planımız nədir? Gəlin sürətli şəkildə nəzər salaq. Əvvəlcə məktubun mahiyyətindən, yəni onun nə olduğundan danışacağıq. Sonra onun mükəmməl quruluşunu, o 4 hissəli planı öyrənəcəyik. Daha sonra şəxsi və rəsmi məktublar arasındakı fərqlərə baxacağıq və sonda bütün bunlardan gündəlik ünsiyyətimiz üçün hansı dərsləri çıxara biləcəyimizi görəcəyik. Yaxşı, gəlin hər şeyin təməlinə enək. Hər hansı bir məktubu yazmağa başlamazdan əvvəl, gəlin anlayaq ki, o əslində nədir və onu məktub edən əsas komponentlər hansılardır? Baxın, bu çox maraqlıdır. Məktub sözü ərəbcə yazmaq mənasını verən KTB kökündən gəlir. Elə katib, yəni yazan adam və məktəb, yəni yazılan yer sözləri də eyni kökdəndir. Bu bizə göstərir ki, məktub yazışmanın ən qədim və təməl formalarından biridir. Yəni o sadəcə bir kağız parçası deyil, müəyyən bir zamanda və məkanda dondurulmuş bir fikirdir. Yəni bir var deyirsən, əziz dostum, bir də var ki, daha rəsmi bir ifadə işlədirsən. Məsələn, hörmətli cənab. Arada dağlar qədər fərq var, elə deyilmi? Hər bir söz seçimi sizin qarşı tərəflə münasibətinizin, necə deyərlər, bir güzgüsüdür. İndi gəlin baxaq, yaxşı bir məktubu necə qurmaq olar? Əslində, bunun çox sadə, amma çox effektiv bir formulu var.
Demək olar ki, istənilən yazılı ünsiyyət üçün istifadə edə biləcəyiniz yadda qalan bir quruluş. Və budur o sadə, amma çox güclü plan. Cəmi 4 addım. Bu 4 addımı yadda saxlasanız, məktubunuz həmişə aydın, məntiqli və təsirli olacaq. Gəlin indi hər birinə tək-tək daha detallı baxaq. Müraciət, yəni hər şeyin başlanğıcı. Bu hissə bütün məktubun tonunu müəyyən edir. Rəsmi, yoxsa səmimi olacaq, məhz burada qərar verilir. Düzgün müraciət forması həm də qarşı tərəfə hörmətinizi göstərən ilk və ən vacib addımdır. Bu hissəni bir növ isinmə hərəkəti kimi düşünün də, hələ əsas məsələyə keçməmişdən əvvəl bir körpü qurursunuz. Necəsən, ümid edirəm hər şey qaydasındadır kimi sadə bir cümlə belə, inanın, böyük fərq yaradır və ünsiyyəti daha səmimi edir. Və gəldik çatdıq əsas məsələyə. Məktubun ürəyi, canı məhz bu hissədir. Niyə yazırsınız? Nə demək istəyirsiniz? Bütün digər hissələr əslində bu əsas mesajı dəstəkləmək üçündür. Ona görə də burada fikrinizi maksimum dərəcədə aydın və konkret ifadə etməlisiniz. Bilirsiniz, məktubu necə başlamağınız qədər onu necə bitirməyiniz də vacibdir. Nəzakətli bir sonluq, xoş arzular, bunlar hamısı çox yaxşı bir təəssürat yaradır. Sadə bir hörmətlə və ya səmimi bir sevgi ilə sözü məktubun bütün təsirini gücləndirə bilər. Yaxşı, bu 4 hissəli planı artıq bilirik. İndi gəlin görək, bu plan fərqli məktub növlərində özünü necə göstərir. Çünki məqsəd dəyişəndə təbii ki, ton da, üslubda dəyişir. Burada sanki iki ayrı aləm var. Bir tərəfdə tamamilə şəxsi, ürəkdən gələn, iki nəfər arasında qalan səmimi bir ünsiyyət, digər tərəfdə isə daha geniş kütləyə hesablanmış, bəzən demək olar ki, sənət əsəri kimi yazılan məktublar. Baxın, bu sitat intim məktubun nə olduğunu mükəmməl izah edir. Cəlil Məmmədquluzadə öz yoldaşına yazır. Necə də səmimi, necə də gündəlik qayğılarla doludur, elə deyilmi? Deyir ki, oğlu Ənvər onun bığlarını bəyənir. Bu kiçik, məişət detalı məktubun nə qədər şəxsi və içdən olduğunun ən gözəl sübutu. Və budur, tam əksi. Məhəmməd Hüseyn Şəhriyarın Süleyman Rüstəmə yazdığı bu məktuba baxın. Bu tamam başqa bir dünyadır. Dil poetikdir, emosiyalar coşqundur. Buradakı məqsəd təkcə hal-əhval tutmaq deyil, həm də ədəbi bir manifestdir, sosial bir mesajdır. Yaxşı, bu səmimi və bədii dünyadan bir anlıq ayrılırıq və keçirik tamamilə fərqli bir aləmə. Qaydaların, dəqiqliyin və rəsmiyyətin hər şeydən vacib olduğu işgüzar ünsiyyət, yəni rəsmi yazışmalar dünyasına. Təliqə bu rəsmi ünsiyyətin çox spesifik bir formasıdır. Adətən bir dövlət qurumundan başqa birinə göndərilən konkret məsələ ilə bağlı rəsmi məktubdur. Yəni, burada artıq şəxsi heç nə yoxdur, hər şey ciddi, rəsmi və konkret olmalıdır. Baxmayaraq ki, texnologiya çox irəliləyib, artıq e-maillar, fakslar var, amma görürsünüz, ənənəvi yazılı korespondensiya hələ də işgüzar ünsiyyətin mərkəzindədir. Bəli, Telegramdan e-poçta keçmişik, amma Azerpoçt kimi qurumlar göstərir ki, bu ənənə hələ də yaşayır və çox vacibdir. Və gəldik ən vacib məqama. İşgüzar məktubda əsas məqsəd nədir? Aydınlıq. Hər şeydən öncə aydınlıq. Şəxsi məktubda emosiyalar önəmlidirsə, burada əsas odur ki, göndərdiyim mesaj qarşı tərəfə heç bir şübhəyə, heç bir yanlış anlaşılmaya yer qoymadan olduğu kimi bir mənalı şəkildə çatsın. Yaxşı, bu qədər fərqli məktub növündən danışdıq. Bəs bütün bunların ortaq cəhdi nədir? Gəlin indi istər e-poçt, istər adi mesaj olsun, yazdığınız hər bir mətn üçün keçərli olan əsas, universal prinsipləri ümumiləşdirək. Deməli, effektiv ünsiyyətin qızıl qaydaları bunlardır. Birincisi, kimə yazdığınızı bilin, yəni auditoriyanızı tanıyın. İkincisi, nə demək istədiyinizi dəqiq bilin, məqsədiniz olsun. Üçüncüsü, fikirlərinizi məntiqli şəkildə sıralayın və son olaraq, tonunuzu düzgün seçin. Bu 4 qayda, inanın, hər zaman hər yerdə işinizə yarayacaq. Və sonda sizə belə bir sual vermək istəyirəm. Bir anlıq düşünün. Növbəti dəfə bir e-poçt və ya hətta adi bir mesaj yazanda bir anlıq dayanıb onu bir məktub kimi diqqətlə, bu prinsiplərlə yazsanız nə dəyişərdi? Bəlkə də mesajlarımız daha aydın, münasibətlərimiz isə daha dərin və mənalı olardı. Həqiqətən də bu barədə düşünməyə dəyər. Salam, gəlin bugün iki çox vacib, amma bəzən adamı çaşdıran rəsmi sənədi, tərcümeyi hal və xasiyyətnaməni A-dan Z-yə qədər öyrənək. Məqsədimiz çox sadədir. Bu izahın sonunda əmin olun ki, siz bu sənədləri heç kimin köməyi olmadan tam sərbəst və əminliklə hazırlayacaqsınız. Elə isə başlayaq. Yəqin ki, bu vəziyyət çoxunuza tanış gəlir. İşə düzəlirsiniz ya da universitetə sənəd verirsiniz və birdən sizdən tərcümeyi hal,
və ya xasiyyətnamə istəyirlər. Və o an deməli başda suallar fırlanmağa başlayır. Bunu necə yazım, nədən başlayım, hansı məlumatlar mütləq olmalıdır? Düzü bu biraz stresli ola bilər, amma heç narahat olmayın, biz bütün bu suallara elə indicə birlikdə cavab tapacağıq. Deməli, planımız belədir. Əvvəlcə baxacağıq ki, bu sənədlər ümumiyyətlə niyə bu qədər vacibdir? Sonra hər birinin, yəni həm tərcümeyi halın, həm də xasiyyətnamənin dərinliyinə gedəcəyik. Və sonda hər şeyi aydınlaşdırmaq üçün onları üz-üzə qoyub müqayisə edəcəyik. Sadə və aydın. Yaxşı, gəlin başlayaq. İlk və ən vacib sual. Bu sənədlər niyə lazımdır? İnanın, bunlar sadəcə doldurulmalı olan bir kağız parçasından çox daha artıqdır. Bunlar, belə deyək, sizin peşəkar kimliyinizin rəsmi təqdimatıdır. Baxın, bu siyahı əslində həyatımızın vacibanlarını göstərir. Yeni bir işə başlayırsınız, lazımdır. Universitetə daxil olursunuz, yenə lazımdır. Hətta bir mükafata namizəd göstəriləndə belə. Yəni, demək olar ki, karyeranızdakı hər ciddi addımda bu sənədlər qapını döyəcək. Ona görə də onları düzgün hazırlamaq sizin haqqınızda yaradılan ilk təəssürat üçün həyati əhəmiyyət daşıyır. İndi isə gəlin diqqətimizi birinci sənədə cəmləyək, yəni tərcümeyə hala. Bu, tamamilə sizin sənədinizdir. Burada hekayəni siz özünüz danışırsınız. Bax bu, çox maraqlı bir detaldır. Biz ona tərcümeyə hal deyirik, amma əslində daha dəqiq adı avtobioqrafiyadır. Gəlin sözü parçalayaq. Avto, yəni özüm. Bio, həyat, qrafiya isə yazıram, yəni öz həyatımı yazıram. Bundan daha aydın izah ola bilməz, elə deyilmi? Sənədin bütün fəlsəfəsi elə adındadır. Bu fərqi mütləq bilmək lazımdır, çünki çox vaxt qarışdırılır. Deməli, avtobioqrafiyanı, yəni tərcümeyi halı, siz özünüz yazırsınız. Bu sizin hekayənizdir. Amma bioqrafiyanı başqa bir adam sizin haqqınızda yazır. Təbii ki, rəsmi qurumlar sizdən məhz birincisini, yəni sizin öz dilinizdən olan hekayəni istəyəcək. Bunu belə düşünün. Digər anketlər, formalar, onlar sadəcə skelettir. Quru faktlar yığınıdır. Amma tərcümeyi hal, o skeletə can verən, sizin şəxsi toxunuşunuz olan bir sənəddir. Burada siz sadəcə filan yerdə oxumuşam demirsiniz. Öz keçdiyiniz yolu, öz sözlərinizlə danışırsınız. Bu çox vacib bir fərqdir. Yaxşı, gəldik işin ən praktiki, ən ləzzətli hissəsinə. Qələmi kağızı hazırlayın. Mükəmməl bir tərcümeyi hal yazmaq üçün konkret bir yol xəritəsi var. Cəmi 11 addım. Gəlin birinci hissəsinə baxaq. Bax bu ilk 6 bənd sənədin onurğa sütunudur. Başlıq, adınız, doğum məlumatlarınız və təhsil həyatınızın mərhələləri, hər şey xronoloji ardıcıllıqla səliqəli şəkildə düzülür. Və davam edirik strukturun qalan hissəsi. Artıq təhsildən sonraki dövrə keçirik. Universitetdəki fəaliyyətiniz, hansısa bir uğurunuz, mükafatınız varsa onları qeyd edirsiniz. Ailəniz haqqında qısa məlumat da vacibdir. Və sonda, ən vacib 2 nöqtə, taliq və imza. İmza olmadan bu sənəd sadəcə bir qaralamadır. Bu 11 addımı izləsəniz, səhv etmək demək olar ki, mümkün deyil. Hə, əgər bu 11 bəndin hamısı yadınızda qalmasa belə, heç olmasa bu 3 qızıl qaydanı beyninizə həkk edin. Birincisi, dəqiq olun. Tarixlər, yerlər, hər şey düzgün olmalıdır. İkincisi, xronoloji olun. Hər şeyi baş verdiyi ardıcıllıqla yazın, qarışdırmayın. Və üçüncüsü, şəxsi olsun. Mütləq öz xəttinizlə yazın və özünüz imzalayın. Bu 3 qayda sənədinizin sağlam olmasının təminatıdır. Yaxşı, tərcümeyi halı aydınlaşdırdıq. İndi gəlin güzgünün o biri tərəfinə keçək, yəni xasiyyətnaməyə. Əgər tərcümeyi hal sizin mən buyam dediyiniz sənəddirsə, xasiyyətnamə başqalarının, yəni işlədiyiniz və ya oxuduğunuz yerin o budur dediyi sənəddir. Bunun da adı əslində hər şey izah edir. Xasiyyət və namə, yəni məktub. Sanki sizin xarakteriniz haqqında yazılmış rəsmi bir məktub. Amma bu dostunuzun yazdığı bir məktub deyil ha. Bu, bir qurumun sizin peşəkarlığınıza, işgüzarlığınıza verdiyi rəsmi, obyektiv bir qiymətdir. Bilirsiniz, bu sənədin çox maraqlı bir təkamül hekayəsi var. Keçmişdə, Sovet dövründə xasiyyətnamə daha çox siyasi loyallığı yoxlamaq üçün bir alət idi. Partiyaya üzv olub olmamağınız, ideologiyanız, bunlar önəmli idi. Amma indi hər şey dəyişib. Artıq sizin peşəkar bacarıqlarınıza, işə yanaşmanıza, mənəvi keyfiyyətlərinizə baxırlar. Yəni sənəd daha demokratik və daha peşəkar bir formaya keçir. Bəs yaxşı, bir xasiyyətnamədə nələr olmalıdır? Bu siyahı əslində sizin tam bir peşəkar portretinizi çəkir.
Adınız, vəzifəniz kimi təməl məlumatlardan tutmuş, iş təcrübəniz, mənəvi keyfiyyətləriniz və hətta işinizə qarşı məsuliyyətinizə qədər hər şey qeyd olunur. Bu, sizin haqqınızda tam 360 dərəcəlik bir mənzərə yaratmalıdır. Bu çox vacib bir məqamdır. Yadda saxlayın. Xasiyyətnamə ədəbi bir əsər deyil, rəsmi bir sənətdir. Ona görə də burada o çox yaxşı insandır və ya əla işçidir kimi emosional, subyektiv cümlələr olmamalıdır. Əvəzində hər şey konkret faktlarla ifadə olunmalıdır. Məsələn, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir. Fərqi görürsünüz. Hər şey obyektiv və rəsmi olmalıdır. Bir xasiyyətnamənin keçərli olması, yəni hüquqi qüvvəyə malik olması üçün də öz qaydaları var. Bax, bu 5 addım şərtdir. Qurum rəhbəri tərəfindən verilməlidir, obyektiv olmalıdır, hara təqdim edildiyi mütləq yazılmalıdır. Və ən əsası, ən azı 2 rəsmi imza və təşkilatın möhrü. Möhr yoxdursa, o sənəd sadəcə bir kağız parçasıdır. Və beləliklə, hər iki sənədin də dərinliyinə getdik. İndi gəlin öyrəndiklərimizi möhkəmləndirək. Bütün məlumatları bir araya gətirib, bu iki sənədi son dəfə üz-üzə qoyaq ki, aralarındakı fərq bir daha heç vaxt yadınızdan çıxmasın. Bax, bu cədvəl bizim bütün bu izahımızın, belə deyək, xülasəsidir. Bir tərəfdə tərcümeyi hal, yəni sizin öz hekayəniz, digər tərəfdə xasiyyətnamə, yəni sizin report kartınız. Əsas fərqlərə baxın, birini siz yazırsınız, o birini qurum. Biri şəxsidir, digəri rəsmi. Birində sizin imzanız olur, o birində isə rəhbərlərin imzası və möhür. Bu qədər sadə, bu cədvəl ağlınızda qalsa, bu iki sənədi səhv salmaq ehtimalınız 0-a bərabər olacaq. Vəssalam. Artıq siz bu iki vacib sənəd haqqında hər şeyi bilirsiniz. Bu sadəcə nəzəriyyə deyil. Bu, sizin karyeranızda hər zaman köməyinizə çatacaq praktik bir bələdçidir. Belə düşünün ki, peşəkar alətlər çantanıza 2 yeni, çox güclü alət əlavə etdiniz. İndi sual verirəm. Növbəti dəfə sizdən bu sənədlərdən birini istəyəndə, onu tam inamla hazırlamağa hazırsınızmı? Məncə cavabınız hə olmalıdır. Ümid edirəm bu izah sizin üçün faydalı oldu. Hər birinizə uğurlar. Salam, nizamnamə, əqd, mandat, vəsayət. Bəzən bu rəsmi sözlər bir-birinə qarışır, elə deyilmi? Sanki hamısı vacibdir, amma hansının nə olduğunu ayırt etmək çətinləşir. Heç narahat olmayın. Bugün bütün bu sənədlərin sirrini açacağıq. Məqsədimiz odur ki, bu izahdan sonra hər bir sənədi nəinki başa düşəsiniz, həm də asanlıqla yadda saxlayasınız. Gəlin başlayaq. Yaxşı, gəlin əvvəlcə ümumi mənzərəyə baxaq. Bütün bu danışacağımız sənədlər əslində yazılı işgüzar kommunikasiya deyilən bir şeyin parçasıdır. Bu nə deməkdir? Çox sadə. Bu o deməkdir ki, söz verdim deməyin kifayət etmədiyi anlarda hüquqlarımızı və vəzifələrimizi qoruyan məhz bu kağızlardır. Onlar bizim aramızdakı münasibətlərin rəsmi, yazılı təməlidir. Hə, əsas sual budur. Bu qədər fərqli adı necə yadda saxlayaq? Məsələ onları əzbərləməkdə deyil heç də. Məsələ onları beynimizdə düzgün qruplaşdırmaqdadır. Gəlin indi birlikdə elə bir məntiqi sistem quraq ki, hər bir sənəd öz yerini asanlıqla tapsın və bir daha heç vaxt qarışmasın. Baxın, planımız çox sadədir. Sənədləri məqsədlərinə görə qruplara ayıracağıq. Əvvəlcə təməl qaydaları qoyan sənədlər. Sonra tərəflər arasında razılaşmalar. Daha sonra kiməsə tapşırıq və səlahiyyət verən sənədlər. Və nəhayət, xahişlərlə başlayıb qərarlarla bitən proses. Hazırsınızsa, birincidən başlayaq. Deməli, birinci qrupumuz – qaydalar və təməllər. Təsəvvür edin ki, hər bir şirkətin, partiyanın və ya birliyin öz kiçik konstitusiyası var. Bax, bu sənədlər məhz həmin konstitusiyadır. Yəni, oyunun əsas qaydaları burada yazılır. Və bu kateqoriyanın şahı əlbəttə ki, nizamnamədir. Nizamnamə bir təşkilatın A-dan Z-yə bütün fəaliyyət qaydalarıdır. Yəni, bu təşkilat necə yaranıb, onu kim idarə edir, məqsədi nədir, hansı qaydalarla işləyir, bütün bu sualların cavabı məhz nizamnamədədir. İndi isə gəldik yadda saxlamaq üçün ən asan yola. Bu sözün mənasını unutmaq demək olar ki, mümkün deyil. Niyə? Çünki cavab elə sözün özündədir. Baxın, nizam ərəbcə nə deməkdir? Qayda. Namə isə farsça məktub deməkdir. İkisini birləşdirəndə nə alınır? Qaydalar məktubu. Bu qədər sadə. Artıq bu sözün mənasını heç vaxt unutmayacaqsınız. Bəs bu qaydalar məktubu harada olur?
Demək olar ki, hər yerdə. Məsələn, bir siyasi partiyanın öz nizamnaməsi var. Gənc müəllimlər birliyi kimi bir ictimai təşkilatın da öz nizamnaməsi var. Hətta böyük bir səhmdar cəmiyyətin də fəaliyyəti məhz öz nizamnaməsi ilə tənzimlənir. Qaydaları bildik. İndi isə keçirik ikinci mərhələyə. Razılaşmalar və öhdəliklər. Yəni artıq təməl qaydalar çərçivəsində iki və ya daha çox insan və ya təşkilat bir-birinə söz verir və bu sözlər rəsmi sənədə çevrilir. Bu, artıq hüquqi bağların yaradılması deməkdir. Bu kateqoriyanın əsas sənədi əqddir. Əqd əslində müqavilə deməkdir. İki tərəf oturur, şərtləri razılaşdırır və onlara əməl edəcəklərinə dair öhdəlik götürürlər. Bu, sadəcə bir söz vermək deyil. Bu, artıq qanun qarşısında məsuliyyət daşımaq deməkdir. Yaxşı, bəs hər dəfə yazılı müqavilə bağlamaq lazımdır? Xeyr, heç də həmişə yox. Qanunvericilikdə dəqiq sərhədlər var. Məsələn, 100 manata qədər borc verəndə şifahi razılaşma kifayətdir. Amma, diqqətli olun, əgər borcun məbləği 50 manatdan yuxarıdırsa və ya bir evi bir ildən artıq müddətə kirayə verirsinizsə, o zaman mütləq yazılı əqd, yəni sənəd olmalıdır. Razılaşmalar arasında çox xüsusi, çox həssas bir sənəd də var. Vəsiyyətnamə. Bu da əslində bir razılaşmadır, amma bir tərəfli. Bu, bir insanın özündən sonra əmlakının taleyini necə həll etdiyini göstərən, bəlkə də ən vacib hüquqi sənədlərdən biridir. Nizamnamədəki kimi burada da sözün kökü bizə kömək edir. Vəsiyyət ərəbcə tapşırma deməkdir, namə isə bildiyimiz kimi sənəd. Beləliklə, vəsiyyətnamə nə oldu? Tapşırıq sənədi. Bir insanın həyatdan gedərkən qoyduğu son rəsmi tapşırığı. Beləliklə, qaydaları qoyduq, razılaşmaları bağladıq. İndi isə hərəkətə keçmək vaxtıdır. Üçüncü qrup sənədlər məhz bunun üçündür. Tapşırıq və səlahiyyət. Yəni, kiməsə konkret bir işi görmək üçün rəsmi icazə, rəsmi güc vermək. Bu sözü yəqin ki, hamımız eşitmişik. Ezamiyə. Bu nədir? Bu, bir işçinin işlə bağlı başqa bir şəhərə və ya ölkəyə getdiyini təsdiq edən rəsmi sənəddir. Belə deyək, bu sənəd sizin iş səfərinizin rəsmi pasportudur. Amma hər kağız parçasına əzamiyyət demək olmaz. Bu sənədin qüvvədə olması üçün bəzi vacib şeylər olmalıdır. Kim gedir, haraya gedir, nə qədər qalacaq və ən əsası, təşkilatın rəsmi möhrü ilə təsdiqlənməlidir. Bir də unutmayın, bu sənəd tək başına bir şey ifadə etmir, ancaq şəxsiyyət və siğənizlə birlikdə etibarlıdır. Bu qrupda çox vaxt qarışdırılan iki söz var: mandat və etiket. Gəlin onları bir dəfəlik aydınlaşdıraq. Baxın, mandat latınca tapşırıq deməkdir və kiməsə verilən böyük bir səlahiyyəti göstərir. Məsələn, deputat mandatı. Etiket isə fransızca sadəcə yarlıq deməkdir, yəni malın üstündəki qiymət, tərkib yazılan kağız. Qısası, biri səlahiyyət verir, digəri isə sadəcə məlumat. Və nəhayət, gəlib çatdıq dördüncü və sonuncu qrupumuza. Xahişlər və qərarlar bu sənədləşmə prosesinin, belə desək, hərəkətli hissəsidir. Burada bir tərəf rəsmi xahiş edir, digər tərəf isə bu xahişə baxıb bir qərar çıxarır. Gəlin bu prosesə addım-addım baxaq. Hər şey bir vəsatətlə başlayır. Vəsatət nədir? Əslində bu rəsmi dildə edilmiş bir xahişdir. Siz müvafiq bir quruma müraciət edib, nəyisə etməsini və ya nəzərə almasını istəyirsiniz. Bu, prosesin başlanğıc nöqtəsidir. Bəzən bir vəsatətə cavab olaraq zəmanət sənədi ortaya çıxır. Zəmanət bir növ təminatdır. Bir şəxs və ya təşkilat başqa birinə görə məsuliyyəti öz üzərinə götürür. Məsələn, məhkəmədə bir vəsatəyə əsasən müttəhəmin azadlığa buraxılması üçün kimsə ona zamin durur. Bax, bu zamin durmağın rəsmi sənədi zəmanətdir. Baxın, bu sxem bütün prosesi necə də aydın göstərir. Birinci addım. Vəsayət, yəni rəsmi xahiş təqdim olunur. İkinci addım. Bu xahiş aidiyyəti orqanda müzakirə edilir, araşdırılır. Və üçüncü, son addım, bu müzakirənin nəticəsində yekun hökm, yəni qərar verilir. Çox sadə bir səbəb-nəticə əlaqəsidir. Və budur prosesin finalı, qərar. Qərar artıq bütün müzakirələrdən sonra ortaya çıxan son nəticədir. Bu, sadəcə bir fikir deyil. Bu, artıq hüquqi qüvvəsi olan, icrası məcburi olan rəsmi bir aktdır. Vəsayətlə başlayan yol məhz qərarla sona çatır. Beləliklə, rəsmi sənədlər dünyasına qısa bir səyahət etdik. İndi gəlin öyrəndiklərimizi ildırım sürəti ilə bir daha təkrar edək ki, bu məlumatlar yaddaşımızda tam olaraq öz yerini tutsun. Hazırsınız? Gəlin bir nəfəsə sayaq. Nizamnamə, təşkilatın qaydaları, əqd,
tərəflərin razılığı, vəsiyyətnamə, son tapşırıq, ezamiyə, xidməti səfər, mandat, verilmiş səlahiyyət, vəsayət, rəsmi xahiş, zəmanət, verilmiş təminat və qərar, yekun hökm. Gördüyünüz kimi artıq hər bir sənədin öz məntiqi yeri var. Və sonda kiçik bir düşüncə tapşırığı. Bugün danışdığımız bu sənədlərdən hansı sizin üçün, şəxsən sizin üçün ən vacibdir? Hansı sizin karyeranızda və ya həyatınızda qarşınıza çıxa bilər? Bu sualın cavabını tapmaq, bu bilikləri sadəcə məlumatdan praktik bacarığa çevirməyin ən yaxşı yoludur. Növbəti izahımızda görüşənə. Salam. Gəlin bir anlıq düşünək. Əmr, sərəncam, nota, bu sözləri demək olar ki, hər gün eşidirik, elə deyilmi? Amma aralarındakı o incə, amma çox vacib fərqi həqiqətən bilirikmi? Bugün, bax bu rəsmi sənədlər labirintində yolu tapacağıq və hər birinin əslində nə demək olduğunu bir dəfəlik aydınlaşdıracağıq. İnanın, bu fərqləri bilmək sizə həm işdə, həm də gündəlik həyatda real bir üstünlük verəcək. Bəli, haqlısınız. İlk baxışdan hamısı elə bil eyni səslənir. Bir növ rəsmi göstəriş. Amma hüquqi cəhətdən aralarında sözün əsl mənasında dağlar qədər fərq var. Düşünün, birinin səlahiyyəti ancaq bir ofisin otağı ilə məhdudlaşa bilər, digəri isə bütün ölkənin həyatına təsir edə bilər. Vaxt bu fərqləri bilməmək bəzən sadəcə anlaşılmazlıqlara, bəzən isə hətta ciddi səhvlərə yol aça bilər. Gəlin bu qarışıqlığa bir dəfəlik son qoyaq. Hər şeyin təməlindən, yəni əmrdən başlayaq. Yəqin ki, bu hamımızın ən çox eşitdiyi və iş həyatında qarşılaşdığı sənəddir. Əgər biz əmrin nə olduğunu tam anlasaq, inanın, digərlərini ondan fərqləndirmək, necə deyərlər, uşaq oyuncağı olacaq. Əmr sözünün özü əslində hər şeyi deyir. Bu, birbaşa bir göstərişdir. Yəni, get, bunu et. Qısa, konkret və heç bir müzakirəyə açıq deyil. Bu sənəd konkret bir işin görülməsini qəti şəkildə hökmlə tapşırır. Vəssalam. Yaxşı, bəs əmri kim verir? Hər hansı bir təşkilatın, müəssisənin rəhbəri. Deyək ki, bir universitetin rektoru. Məqsədi nədir? Çox konkret bir tapşırıq. Məsələn, kimisə işə götürmək, kimisə işdən azad etmək və ya bir komissiya yaratmaq. Və ən vacibi nədir bilirsiniz? Əmr imzalandığı saniyədən etibarən qanuni qüvvəyə minir. Yəni, geri dönüş yoxdur. Baxın, müasir bir əmrin quruluşu sanki dəqiq bir resept kimidir. Yuxarıda mütləq müəssisənin adı olmalıdır. Ortada böyük, qalın hərflərlə əmr sözü yazılır. Sonra isə sənədin bütün gücünü özündə cəmləyən o məşhur qəti ifadə gəlir. Əmr edirəm. Bax bu sadə, amma dəqiq addımlar sənədə dəmir kimi möhkəm bir hüquqi qüvvə verir. İndi isə gəlin əmrdən bir pillə yuxarı qalxaq. Daha geniş, daha əhatəli bir sənədə, yəni sərəncama keçək və görək bu bizim mövzunu necə dəyişir və genişləndirir. Aha, sərəncam deyəndə artıq söhbət tək bir təşkilatdan getmir, dövlət idarəçiliyindən gedir. Bu, əmr kimi filan işi gör demək deyil. Bu, daha çox bundan sonra qaydalar, bax belə olacaq kimi ümumi bir istiqamət, bir direktiv müəyyən edir. Və təbii ki, bu göstərişlərə əməl etmək tamamilə məcburidir. Və budur. Gəldik ən vacib müqayisəyə. Əsas fərq budur. Əmr bir qayda olaraq bir təşkilat daxilindəki konkret tək bir tapşırıq üçündürsə, sərəncam dövlət səviyyəsində daha geniş, daha operativ məsələləri tənzimləmək üçündür. Qısacası, əmr bu işi gör deyirsə, sərəncam bu sahə bundan sonra bu şəkildə tənzimlənsin deyir. Fərqi hiss edirsiniz. Düşünün, sərəncamların əhatə dairəsi nə qədər genişdir. Məsələn, prezident sərəncamı ilə yüksək vəzifəli məmurlar təyin olunur. Və ya hansısa bir sahədə, deyək ki, təhsildə və ya səhiyyədə tamamilə yeni qaydalar müəyyən edilir. Hətta mülkiyyət məsələləri, kiməsə aid olan bir əmlakın necə idarə olunacağı belə sərəncamla həll edilə bilər. Gördüyünüz kimi, təsir gücü qat-qat böyükdür. Yaxşı, daxili idarə etmə sənədlərini deyəsən anladıq. İndi isə gəlin daxili mətbəxdən kənara çıxaq. Görək dövlətlər və böyük təşkilatlar xarici aləmə, yəni başqa dövlətlərə və ya bütün ictimaiyyətə öz sözünü demək üçün hansı sənədlərdən istifadə edir? Nota, bu söz latıncadan gəlir, işarə deməkdir. Və həqiqətən də bu, dövlətlərarası münasibətlərdə çox vacib bir işarədir. Bu, beynəlxalq siyasətin, diplomatiyanın əsas alətlərindən biridir. Sadə dildə desək, dövlətlər bir-biri ilə rəsmi şəkildə məhz bu notalar vasitəsilə danışırlar. Yəni, bir ölkə
digərinin hansısa hərəkətinə qəti şəkildə etiraz etmək istəyəndə və ya ondan rəsmi olaraq nə isə tələb etmək istəyəndə bunu bir məktubla yox, məhz nota göndərərək edir. Bu, diplomatiyanın yazılı, rəsmi dilidir. Bəyanat isə, baxın, bu tamamilə fərqli bir şeydir. Bu söz ərəbcə aydınlaşdırma mənasını verir. Burada bir dövlət digərindən heç nə istəmir, heç nə tələb etmir. Əksinə, bütün dünyaya, hər kəsə öz qəti dəyişməz mövqeyini elan edir. Bu bir dialoq deyil, bu bir monoloqdur. Sərt, aydın və müzakirəyə qapalı bir mövqeyinin ifadəsi. Bəyanatın əsl gücünü anlamaq üçün ən yaxşı yol real bir nümunəyə baxmaqdır. Gəlin ümummilli lider Heydər Əliyevin bu tarixi sözlərinə diqqət yetirək. O, burada kimdənsə nəsə xahiş etmir, kiməsə göstəriş vermir, o sadəcə olaraq xalqın hiddətini anladığını və onlarla tamamilə eyni fikirdə olduğunu bütün dünyaya qəti şəkildə bəyan edir. Bax, bəyanatın əsl mahiyyəti budur. Yaxşı, bu qədər məlumatdan sonra düşünürəm ki, artıq hər şey aydındır. İndi isə gəlin öyrəndiyimiz bütün bu məlumatları bir araya gətirək, sistemləşdirək və hər bir sənədin yerini dəqiq müəyyənləşdirək ki, bir daha heç vaxt unutmayaq. Əgər bütün danışdıqlarımızı unutsanız belə, bax bu sadə cədvəli yadda saxlayın, bu sizin yaddaş vərəqiniz olsun. Deməli, əmr, təşkilat daxili konkret bir tapşırıqdır. Sərəncam, dövlətin verdiyi ümumi bir göstərişdir. Nota, iki hökumət arasındakı rəsmi diplomatik mesajdır və nəhayət, bəyanat, bütün dünyaya bir mövqeyin elanıdır. Bax, bu 4 fərqi yadda saxlasanız, bir daha heç vaxt yanılmayacaqsınız. Yaxşı, bəs bütün bunları bilmək bizim nəyimizə lazımdır? Əslində çox şeyə. Qarşınızdakı sənədin əmr yoxsa sərəncam olduğunu bilmək, onun təsirinin yalnız sizin şöbənizə yoxsa bütün ölkəyə aid olacağını anlamaq deməkdir. Bu sanki açarı doğru qıfla salmaq kimidir. Bu bilik sizi gələcəkdə bir çox çaşqınlıqdan və ciddi səhvlərdən qoruyacaq. Beləliklə, növbəti dəfə rəsmi bir sənəd görəndə, ona artıq sadəcə bir kağız parçası kimi baxmayacaqsınız. Siz artıq onun arxasındakı gücü, əsl məqsədini və kimə ünvanlandığını çox yaxşı biləcəksiniz. İndi bir anlıq düşünün. Bu yeni bilik sizin işinizdə, karyeranızda və ya hətta gündəlik həyatınızda nəyi dəyişə bilər? Məncə, cavab sizi təəccübləndirəcək. Salam, heç fikirləşmisinizmi? Bir iclasda qəbul olunan qərarlar və ya baş verən hər hansı bir hadisə necə olur ki, rəsmi, yəni hüquqi gücü olan bir sənədə çevrilir? Elə bugün rəsmi sənədlərin dünyasına baş vuracağıq. Və çox vaxt bir-birinə qarışdırılan iki əsas sənədi, protokol və aktı elə izah edəcəyik ki, bir daha heç vaxt qarışdırmayasınız. Gəlin başlayaq. Bəli, bax, bütün məsələ elə bu sualda gizlənib. İstər iş yerində kiçik bir toplantı olsun, istərsə də ciddi bir yoxlama prosesi. Qərarları və faktları sadəcə bir yerə yazmaq bəs eləmir. Əsas məsələ odur ki, o yazılanlar gələcəkdə bir sübut kimi istifadə olunsun, yəni hüquqi qüvvəyə malik olsun. Məhz bu anda protokol və akt kimi sənədlər dövrəyə girir və bütün prosesə rəsmiyyət qatır. Yaxşı, gəlin onda birinci hissədən, yəni protokoldan başlayaq. Yəqin ki, bu sözü dəfələrlə eşitmisiniz. Bəs protokol nə deməkdir? Ən sadə dildə desək, protokolu bir iclasın və ya tədbirin rəsmi yaddaşı kimi təsəvvür edə bilərsiniz. Gəlin indi görək bu yaddaş necə formalaşır və nələrdən ibarətdir. Bilirsiniz, hər bir terminin arxasında bir məna, bir hekayə var. Protokol sözünün mənşəyinə baxanda funksiyasını daha yaxşı başa düşürük. Söz Yunanca protokos, yəni ilk vərəq və kollos, yəni yapışdırmaq sözlərindən yaranıb. Sanki bir sənədin ilk, ən vacib vərəqini yapışdırıb rəsmiləşdirirsən. Bu da onun bir hadisənin ilkin və təməl qeydi olduğunu çox gözəl göstərir. Yaxşı, bəs protokola konkret olaraq harada ehtiyac duyulur? Əslində, onun istifadə sahəsi düşündüyümüzdən daha genişdir. Məsələn, adi bir şirkət iclasından tutmuş, böyük konfranslara, hətta dövlətlərarası müqavilələrin imzalanmasına qədər. Bütün bu proseslərdə danışıqların və qərarların rəsmi qeydi məhz protokoldur. Hətta bəzən, deyək ki, bir qanun pozuntusu aktla sənədləşdirilir, amma hadisə ilə bağlı şifahi izahatlar, müzakirələr əlavə olaraq məhz protokolda qeyd edilir. Hər bir rəsmi sənəd kimi, protokolun da öz dəmir qaydaları, öz strukturu var. Bu 9 elementi bir növ yoxlama siyahısı kimi düşünə bilərsiniz. Başlıq, tarix, iştirakçılar kimi təməl məlumatlardan sonra əsas proses başlayır. Gündəlik və məsələlər sadalanır, eşidildi başlığı altında problem ortaya qoyulur, çıxış etdilər bölməsində isə
Hər kəsin fikri qeyd edilir. Və gəldik ən vacib hissəyə, qərar bölməsi. Məhz burada bütün müzakirələrin yekun nəticəsi bənd-bənd, aydın və birmənalı şəkildə yazılır. Sonda isə sədr və katibin imzası sənədə hüquqi möhrünü vurur. Protokolun dilində isə çox maraqlı bir nüans var. Baxın, o rəsmi sənəd olsa da, həm də canlı bir sənəddir. Necə? Yəni, əgər iclasda kimsə, məsələn, bu təklif layihəni tamamilə məhv edəcək, kimi emosional bir cümlə işlədirsə, bu ifadə, təbii ki, təhqiramiz deyilsə, olduğu kimi protokola yazıla bilər. Çünki protokolun əsas məqsədi iclasın ruhunu, deyilənləri olduğu kimi dəqiq şəkildə gələcəyə ötürməkdir. Yaxşı, protokolun bir yaddaş olduğunu anladıq. Bəs bir hadisəni, bir vəziyyəti və ya bir yoxlamanın konkret nəticəsini necə sənədləşdirək? Bax, bu məqamda ikinci qəhrəmanımız, yəni akt dövriyyəyə girir. Əgər protokol iclasın yaddaşı idisə, akt bir hadisənin rəsmi gözü və qulağıdır. O, kimin nə danışdığını yox, nəyin göründüyünü və nəyin təsbit edildiyini qeydə alır. Bu sənədin adı da öz funksiyasını əla ifadə edir. Latıncadan actus, hərəkət və actum sənəd deməkdir. Yəni, akt, baş vermiş bir hərəkətin, bir hadisənin faktlarını təsdiqləyən sənəddir. Onun əsas məqsədi subyektiv fikirləri deyil, obyektiv reallığı qeydə almaqdır. Məhz bu obyektivliyi təmin etmək üçün akt adətən tək bir adam tərəfindən yox, bir neçə nəfərdən ibarət xüsusi komissiya tərəfindən tərtib olunur. Aktın tətbiq olunduğu yerlər isə həqiqətən də çox müxtəlifdir. Təsəvvür eləyin, ambardakı köhnə bir malın silinməsi də aktla sənədləşdirilir, bir təbii fəlakətin vurduğu milyonlarla manatlıq ziyan da. Və hətta bir ölkənin taleyini dəyişən tarixi sənəd, müstəqillik aktı da mahiyyətcə müəyyən bir tarixi faktı təsdiq edən bir aktdır. Bu da onun nə qədər fundamental bir sənəd olduğunu göstərir. Protokol kimi aktın da öz dəmir qaydaları var. Sənəd, akt sözü, tarix və yerlə başlayır. Sonra əlvacib hissələrdən biri gəlir, komissiya üzvlərinin tam siyahısı. Ardınca isə aşkarlanan faktlar, məsələn, 5 ədəd kompüterin əskik olduğu müəyyən edildi kimi dəqiq rəqəmlərlə təsvir edilir. Yoxlama müddəti, yekun nəticə və sonda ən vacib fərq, protokoldan fərqli olaraq burada təkcə sədr yox, komissiyanın bütün üzvləri imza atır. Bu da faktların kollektiv şəkildə təsdiqi deməkdir. Və bu məqam bizi aktla protokol arasındakı bəlkə də ən kəskin fərqi gətirib çıxarır. Dil üslubu. Aktın dili soyuq, quru, sanki riyazi dəqiqlikdə olmalıdır. Burada mənə elə gəlir ki, və ya otaq çox dağınıq görünürdü kimi subyektiv ifadələrə qətiyyən yer yoxdur. Niyə? Çünki akt hüquqi bir sübutdur. Onun məqsədi təsiratları deyil, dəmir kimi möhkəm faktları təsbit etməkdir. Belə, artıq hər iki sənədin də dərinliyinə vardıq. İndi isə gəlin öyrəndiyimiz bütün bu məlumatları bir yerə yığaq və bu iki sənədi yan-yana qoyaraq aralarındakı əsas fərqləri kristal kimi aydın görək. Bu müqayisə cədvəli əslində hər şeyi çox sadə şəkildə yekunlaşdırır. Qısaca desək, protokol iclasın prosesinə, yəni müzakirələrə fokuslanır. Kim nə dedi, hansı təkliflər oldu və sonda hansı qərar çıxdı? O, hadisələrin yaddaşıdır. Akt isə bir yoxlamanın və ya hadisənin yekun nəticəsinə fokuslanır. Nə görüldü, nə təsbit edildi. O, faktların gözü və qulağıdır. Bax, ikisi arasındakı əsas fərq budur. Biri prosesi qeydə alır, digəri isə nəticəni. Beləliklə, artıq siz rəsmi sənədlərin bu kodunu bilirsiniz. Protokolun nə zaman, aktın isə nə zaman lazım olduğunu anlamaq sadəcə nəzəri bir məlumat deyil, əslində bu güclü bir alətdir. İstər karyeranızda, istərsə də gündəlik həyatda qarşılaşdığınız vəziyyətlərdə aydınlıq, nizam və hesabatlılıq tələb etmək üçün əlinizdə olan bir vasitədir. İndi isə əsas sual budur. Bu bilikdən öz fəaliyyətinizdə şəffaflığı artırmaq üçün necə istifadə edəcəksiniz? Bu barədə düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gəlin bir anlıq düşünək. E-poçtu yox, sosial media yox, heç bir mesajlaşma proqramı yoxdur. Belə bir dünyada şirkətlər nə edərdi? Müştəriləri ilə necə əlaqə saxlayardılar? Bax, bugün biz məhz bu sualın cavabını axtaracağıq. Reklamın, stenoqramın və telegramın o maraqlı dövrlərinə baş vuracağıq. İndi bizə çox sadə gəlir, elə deyilmi? Amma bir vaxtlar bu suallar, yəni müştərini necə cəlb etməli, iclasları necə qeydə almalı, təcili xəbəri necə çatdırmalı, bunlar biznes üçün həyati məsələlər idi. Yaxşı, bəs onlar bu problemlərin öhdəsindən necə gəlirdilər?
Gəlin onların istifadə etdiyi 3 həqiqətən də dahiyanə üşulan nəzər salaq. İnanın mənə, bəzi detallar sizi çox təəccübləndirəcək. Deməli, başlayaq ən əsasdan. Bir şirkətin fəaliyyət göstərməsi üçün nə lazımdır? Təbii ki, müştəri. Yaxşı, bəs o dövrdə potensial müştəriyə özün haqqında necə xəbər verərdin? Necə deyərdin ki, mən buradayam, gəl məndən al? Cavab əslində çox sadə bir sözdə idi. Reklam. Yəni, kütləyə bir növ qışqırmaq sənəti. Baxın, heç sözün öz kökünə fikir vermisiniz? Reklam. Bu söz latın dilindən gəlir və mənası sözün əsli mənasında qışqırmaq deməkdir. Bu təsadüfi deyil, hə? Bütün fəlsəfə elə bu idi. Əgər eşidilmək istəyirsənsə, diqqət çəkmək istəyirsənsə, gərək səsini ucaldasan, yəni qışqırasan. Yəni, reklam deyəndə ağlımıza təkcə bir elan gəlməməlidir. Onun əslində 3 fərqli, amma bir-birinə bağlı funksiyası vardı. Birincisi və ən əsası müştəriləri cəlb etmək. İkincisi, şirkətiniz haqqında məlumat yayma, bir növ image, şöhrət yaratma. Və üçüncüsü də bütün bunları edən o fiziki şeyin özü, yəni qəzetdəki elan ya da divara vurulmuş o plakat. Görürsünüz, hər biri zəncirin bir halqası idi. Yaxşı, müştəriləri cəlb etdik. İndi keçək başqa bir problemi. Təsəvvür edin, çox vacib bir iclasdasınız ya da məhkəmə prosesindəsiniz. Orada deyilən hər bir kəlmə qızıldan qiymətlidir. Bəs insan nitqinin o sürətinə necə çatmaq olardı? Adi yazı ilə bu mümkün idimi? Cavab stenografiya idi. Çox maraqlı bir üsuldur. Adına baxın, stenogram. Yunan dilindən tərcümədə sıx və ya dar yazı deməkdir. Bu sadəcə sürətli yazmaq deyildi, yox. Bu, danışılan sözü demək olar ki, olduğu kimi bütün detallarıyla kağıza həkk etmək sənəti idi. Əsl inqilab idi o dövr üçün. İndi isə gəlin sürətdən danışaq. Bax bu rəqəmlərə. 120, 125, bilirsiniz bu nədir? Bu, təcrübəli bir stenoqrafın cəmi 1 dəqiqə ərzində yaza bildiyi sözlərin sayıdır. Təsəvvür edirsiniz, bu həqiqətən də qeyri-adi bir bacarıq idi, sanki bir super güc kimi. Müqayisə etsək, fərq daha aydın görünür. Biz adi əl yazısı ilə 1 dəqiqəyə təxminən, bəlkə 30 söz yazırıq. Amma stenografiya bunu 4 dəfə artırırdı. Yəni, dəqiqədə 120 söz. Bu elə bil ki, yavaş-yavaş yığılan köhnə internetdən birdən-birə fiberoptik sürətə keçmək kimi bir şeydir. Ən cəld danışan adam belə onlardan qaça bilmirdi. Amma iş təkcə sürətdə deyildi, əsla. Stenografiyanın əsl sehri başqa şeydə idi. Usta bir stenoqraf təkcə sözləri yox, bütün atmosferi, otaqdakı ab-havanı qeydə alırdı. Baxın bu sitata, yerdən səslər, salonda həyəcan, natiq əsəbləşir. Görürsünüz, bu sadəcə mətn deyil, bu o anın dolmuş bir fotosudur, səsli bir tarix. Deməli, kütləyə mesajımızı çatdırdıq, vacib danışıqları da qeydə aldıq. Hər şey əla. Yaxşı, bəs təcili bir xəbəri uzaq bir məsafəyə, məsələn, başqa bir ölkəyə dərhal göndərmək lazım olanda neynirdilər? Məktub göndərsən həftələrlə yol gedəcək, bizə isə saniyələr içində bir həll lazım idi. Və bu problemin də bir həlli vardı, adı telegram idi. Yenə də ad hər şeyi özü deyir, deyilmi? Tele, uzaq, gram, yazı. Yəni uzağa yazmaq. Bu sadəcə bir cihaz deyildi. Bu məsafələri yox edən, dünyanı inanılmaz dərəcədə kiçildən bir texnoloji möcüzə idi. Amma telegram göndərmək elə-belə iş deyildi. Özünün çox ciddi qaydaları vardı. Fikir verin, hər bir söz üçün pul ödəyirdin. Ona görə də mümkün qədər yığcam olmalıydın. Ünvanı bir hərf səhv yazsan, telegram gedib çatmayacaqdı. İki mənalı sözlərsə ümumiyyətlə yol verilməz idi, çünki böyük anlaşılmazlıqlara səbəb ola bilərdi. Hətta rəqəmləri, məsələn 5 rəqəmini sözlə yazırdılar ki, ötürülmə zamanı səhv getməsin. Hər bir detalın böyük əhəmiyyəti vardı. Və telegramların da öz növləri var idi. Məsələn, adi telegram standart çatdırılma idi. Amma xəbər çox təcili idisə, biraz əlavə pul ödəyib onu təcili kimi göndərə bilərdin və bir də xüsusi telegramlar vardı. Bunlar ən həssas, ən vacib məlumatlar üçün idi. Məsələn, Allah eləməsin bir ölüm xəbəri kimi. Bu halda hətta göndərən adamın şəxsiyyəti belə təsdiqlənirdi ki, heç bir şübhə qalmasın. Beləliklə, gəlin bir ümumiləşdirmə aparaq. Gördüyümüz bu 3 texnologiyanın hər birinin çox bəsit, amma çox güclü bir məqsədi vardı. Reklamın işi qışqırmaq idi. Stenoqramın işi sürətli yazmaq. Telegramın işi isə uzağa yazmaq. Hər biri öz dövrünün konkret bir problemini həll edirdi. Və bütün bunlar bizi son, bəlkə də ən vacib suala gətirib çıxarır. Düzdür, indi bizim alətlərimiz fərqlidir.
qışqırmaq üçün sosial mediadan istifadə edirik, sürətli qeyd aparmaq üçün telefonumuzun səs yazma funksiyası var, uzağa yazmaq üçün isə ani mesajlaşma proqramları. Alətlər tamamilə dəyişib, amma bizim o fundamental ehtiyaclarımız, yəni diqqət çəkmək, məlumatı qeydə almaq və uzaqla sürətli əlaqə qurmaq ehtiyacı həqiqətən də dəyişibmi? Bəlkə də biz əsrlərdir eyni şeyləri etməyə çalışırıq, sadəcə daha yeni oyuncaqlarla. Bu barədə bir düşünün. Hamıza salam. Gəlin bir anlıq dayanıb düşünək. Bizi biz edən əslində nədir? Yəni, niyə bəzi insanlar daha təmkinli, bəziləri isə daha coşqulu olur? Bax, bugün biz məhz bu sualların cavabını tapmaq üçün xarakterin dərinliklərinə doğru çox maraqlı bir səyahətə çıxacağıq. Bu sualla yəqin ki, hamımız rastlaşmışıq. Gündəlik həyatda tez-tez kiməsə xarakterli və ya xaraktersiz deyirik. Amma bu sözün arxasında dayanan əsl məna nədir? Gəlin birlikdə bu anlayışın pərdə arxasına nəzər salaq. Deməli, ilk olaraq gəlin təməldən başlayaq. Xarakter nədir? Amma gözləyin, biz burada kiminsə sadəcə yaxşı və ya pis olmasından danışmayacağıq. Biz daha dərininə, məsələnin psixoloji kökünə enəcəyik. Budur, qarşımızda elmi bir tərif var. Gəlin bunu biraz sadələşdirək. Davamlı xüsusiyyətlər o deməkdir ki, bu cəhətlər adətən zamanla çox da dəyişmir. Məsələn, təbiətən səbirli bir insan çox güman ki, əksər hallarda səbirli qalacaq. Tipik davranışlar isə bu, müəyyən vəziyyətlərdə sanki avtomatik verdiyimiz reaksiyalardır. Yəni, bu bizim bir növ daxili proqramımız kimidir. Yaxşı, bəs bu daxili proqram, yəni bizim xarakterimiz haradan gəlir, onu formalaşdıran nədir? Gəlin indi də bu prosesin içinə baxaq. Baxın, bu sxem əslində hər şeyi mükəmməl izah edir. Sol tərəfdə gördüyümüz DNT zənciri, bu bizim genetik mirasımızdır. Yəni, təbiətimiz. Sağdakı kitab isə tərbiyəmizi, böyüdüyümüz mühiti, öyrəndiklərimizi təmsil edir. Bəs xarakterimiz? O, bax bu iki qüvvənin toqquşmasından yaranan və bir istiqamət alan onlarıncı oxdur. Yəni, nə tamamilə genetikayıq, nə də tamamilə mühitin məhsuluyuq. Biz bu ikisinin unikal bir birləşməsiyik. İndi isə gəldik çox vacib bir məqama. Çünki bu iki anlayış demək olar ki, həmişə qarışdırılır. Xarakter və şəxsiyyət eyni şeydirmi? Qısa cavab belədir. Xeyr, əsla deyil. Bu təsvir fərqi o qədər aydın göstərir ki, fikir verin, şəxsiyyət insanın əlində tutduğu o maskalara bənzəyir. Yəni, dünyaya göstərdiyimiz üzümüzdür. Amma xarakter, o, bütün maskaların arxasındakı əsl varlığımızdır. Bizim dəyişməz özəyimizdir. Bu sitat isə məsələni tam yerinə oturdur. Bir anlıq təsəvvür edin. Səhnədə hamını valeh edən, inanılmaz cazibədar bir şəxsiyyətə sahib olan biri. Amma səhnə arxasında onun əsl xarakteri ilə ünsiyyət qurmaq bəlkə də çox çətindir. Deməli, şəxsiyyət parlayır, amma xarakter bizim təməlimizdir. Yaxşı, xarakterin nə olduğunu anladıq. Bəs o özünü necə göstərir? Gəlin onu daha asan yadda saxlamaq üçün 4 əsas hissəyə, sanki daxili dünyamızın 4 əsas sütununa bölək. Deməli, bizim xarakterimiz məhz bu 4 sahədə özünü büruzə verir. Gəlin bir anlıq özümüzü düşünək. Başqaları ilə münasibətimiz necədir? Məqsədlərimizə çatmaq üçün nə qədər iradəliyik? Adətən hansı emosional halda oluruq? Sakit, yoxsa gərgin? Və problemlərə necə yanaşırıq? Bax, bu 4 komponent sizin xarakterinizin bir növ xəritəsidir. Və nəhayət, gəldik çatdıq bəlkə də hamımızı ən çox düşündürən suala. Yaxşı, biz bu xarakterlə barışıb ömür boyu belə yaşamalıyıq, yoxsa onu dəyişməyə bizim əlimizdədir? Və cavab, bəli, dəyişə bilərik. Dəyişimin açar sözü isə budur, özünü tərbiyə. Bu nə deməkdir? Bu o deməkdir ki, biz sadəcə genlərimizin və uşaqlığımızın məhsulu deyilik. Bu təsvirdəki heykəltaraş kimi biz də fəal şəkildə özümüzü yonub formalaşdırmaq gücünə sahibik. Biz taleyimizin passiv izləyicisi yox, aktiv iştirakçısıyıq. Buradan çıxan nəticə həqiqətən də çox güclüdür. Yəni bizim xarakterimiz daşa həkk olunmuş bir alın yazısı deyil. O, daha çox bir heykəltaraşın əlindəki mərmər parçası kimidir. Biz şuurlu səylə, zəhmətlə, mənfi cəhətlərimizi yonub ata, müsbət tərəflərimizi isə daha da cılalaya bilərik. Unutmayın, hər birimiz özümüzün heykəltaraşıyıq. Bu son sualla isə sizi bir anlıq düşünməyə dəvət edirəm. Bugün öyrəndiklərimizin işığında bir özünüzə baxın, xarakterinizin hansı cəhətini inkişaf etdirmək sizi daha xoşbəxt, daha yaxşı bir insana çevirərdi. Bu səyahətdə ilk addımı atmaq tamamilə sizin öz əlinizdədir.